Salam. Salam Vəfa, xoş gəldik. Təşəkkür edirəm Azər. Səninlə bir yerdə bir podkastda oturub və bu haqqda ümumiyyətlə danışmaq, müzakirə açmaq çox xoşdur. Mən ayırdığın vaxt üçün təşəkkür edirəm sənə. Özümə də təşəkkür edirəm ona görə ki, yəni düşündüm ki, bir həkim, iki həkim psixiatrın birbaşa dialoqu bəlkə maraqlı ola bilər auditoriya üçün. Niyə? Çünki bəzən auditoriyamız bizi fərqli görürlər, fərqli cürə dəyərləndirirlər, fərqli cürə qiymətləndirirlər və əvvəla üzərimizdə çoxlu uzun müddətli illərdə stigmamız var idi. Heç kəs bir psixiatra getməyə qorxurdu. Mütləq birinci olaraq, yəni bu nevroloqdan və yaxud da pediatr və yaxud da bir terapevt psixiatra yönəldirdisə, onlarda ciddi bir qorxu yaranırdı ki, yox psixiatr olmasın, hara istəyirsiniz göndərin, psixiatr olmasın. Sosial şəbəkə bu yerdə bizə əlimizdən tutdu. Yəni biz biraz daha özümüzü göstərərəkdən, biraz daha bəzən xəstəlikləri adi, yəni asanlaşdıraraqdan, yəni el dilindən danışaraqdan insanlarda olan narahatçılıqların əslində bunu psixiatrlar tərəfindən çözüldüyünü başa sala bildik. Bu məqamda da elə bil insanlar psixiatrları artıq fərqli cürə dəyərləndirməyə başladılar. Bu dəfə də biz elə bil bir həkim qismindən çıxmışıq artıq. Bizi bir həkim kimi deyil də daha çox özlərinin ən yaxınlarını və rol model olaraq məsəl üçün valideynlərinin yerinə qoyurlar və bizdən tələblərini artıq bu dəfə də belə bu cürə istəklərini bildirirlər. Birinci ondan başlamaq istəyirəm ki, Azər, bir ümumiyyətlə həkim psixiatr yetişmək asan bir şey deyil. Təbii ki. Ümumiyyətlə həkim kimi yetişmək çətin bir məsələdir. Bir də psixiatriya ümumiyyətlə elə bir sahədir ki, hər zaman elə bir mifik gizliliyi olur hər zaman. Bir fərqli bir sehri olur elə bil ki. Bir həkim psixiatr yetişməsi üçün hansı mərhələlərdən keçir? Nə ilə üzləşir? Birincisi, öncəliklə mən də təşəkkür edirəm ki, məni dəvət elədin. Mövzu da çox vacib bir mövzudur. Bu psixiatr olaraq yetişmək üçün özəlliklə Azərbaycanda, yəni bizim digər ölkələrdən fərqimiz bir tərəfdən də var, bir tərəfdən də ailənin şeyi var ki, yəni sonuçda tibb universitetində oxuyuruq və hamı gözləyir ki, cərrah olacaq, ginekoloq olacaq və yaxud da kardioloq olacaq. Amma biz psixiatriyanı seçirik, ailə deyir ki, ya bu qədər ixtisas var, sən niyə belə? Mən öncəliklə 4-cü kursdaykən ilk dəfə psixiatriya dərsi keçməyə başlayanda Nərmin xanım idi bizim müəllimimiz. Onun sayəsində psixiatriyanı sevdim və Freudin kitablarını oxumağa başladım. O öz mənə kitabları da verirdi, marağımı görürdü. Ağır tərəfdən başlamısan. Freudin leksiyaları deyə bir kitab var idi. O kitabı mən oxudum və o kitab məndə çox fikirlərimə çox təsir elədi. Yəni o zamanlar öz psixologiyamı merak edirdim və öz psixologiyamı araşdırdım. Daha sonrasında bu psixologiya marağım artaraq davam elədi. Və mən tibb universitetini bitirdikdən sonra ailəm mənim psixiatr olmağıma qarşı idi. Mən ona görə Azərbaycanda funksional diaqnostika dediyimiz bir ixtisas var, radiologiya, yəni radioloq. O ixtisası seçdim, bir ildə orada o ixtisasla əlaqəli internatura keçdim. Hazırda yəni mənim radioloq olaraq bir ixtisasım var. Amma sonrasında el dilində desək apara dəkmə. Amma sonrasında mən uzmanlığa getməyə qərar verdim və bunun üçün də bir TUS imtahanı var. Çox da çətin bir imtahandır, 2 etaplı bir imtahandır. Öncəliklə buradakı diplomu Türkiyədə təsdiq edirsən ki, onlara uyğundur, bir imtahandan keçsən və mən deyim ki, və o imtahanlarda da başarılı idim. Biraz təvazökar olmayacağam. Dənklik imtahanında mən birinci oldum. Və TUS imtahanında da mən çox yüksək bal topladım. Yəni 63 bal topladım. Bunun da maksimumu o vaxtlar da özdə bizim Azərbaycanlılar TUS birincisi olmuşdular. Onlar da 74 puanla birinci olmuşdular. Yəni belə bir sensasiya yaranmışdı. Yəni mən 63 balla istədiyim yeri yaza bilərdim, amma mən psixiatriya ixtisasını istədiyim üçün onu yazdım. Yəni ailəm artıq gördü ki, da dəyişdirə bilmir. Yəni bu qədər yüksək bal və psixiatriya seçildi yenə. O psixiatriyanı seçməyə yenə də elədim. Yəni ixtisası sevdiyim üçün, yəni ki, bunu daha dərin öyrənmək istedim. Və o şəkildə mənim psixiatriya həyatım başladı. Uzmanlıq dövrü də çox çətin bir dövrdür. Çünki orada bizdə professorlar, dosentlərin içində onlar bizə həm xəstə ilə işləmə tərzini öyrədirlər. Hər bir xəstəyə etdiyin davranışı onlar analiz edib sənə geri qaytarırlar, bəzən sərt bir şəkildə bunu tənqid eləyirlər. Teorik öyrənmə tərəflərindən ayrı tərəfləri var. Onlarla superviziya eləyirik ki, bu xəstəyə nə üçün bunu dedin, nə üçün bunu fikirləşdin, belə-belə. Ondan sonrasında bununla yanaşı... Bir də Azər, çox üzr istəyirəm, bir kəlmə də mən deyim. Bir də yəqin ki, daha çətin olardı. Biri var ki, sən öz ölkəndə məsəl üçün hansı bir rezidenturanı keçirsən və yaxud da bir də var ki, bu qardaş ölkə olsa da, oranın özünün mədəniyyəti var, özünün adət-ənənələri var. Bir başqa həkimlər bunu bəlkə daha asanlıqla mənimsəyə bilir.
verir. Amma bir psixiatr elə bil həmin belə deyək, koloritini də mənimsəməlidir, həmin xalqın, həmin millətin. Həmin xalqın psixologiyası bizim psixologiyadan fərqli ola bilər. Bəli, öncəliklə türkləşirsən. Yəni ki, orada bir şey baş verir və türklərin, türk insanların psixologiyasını mənimsəyirsən, o baş verir. Digər tərəfdən də çətin bir süreçdir nəyə görə? Bizimlə eyni həmkarlarımız, hansı ki uzmanlıq təhsili alırlar, onlar həkim olaraq maaş alırlar və sən maaş almırsan, eyni işi görərik, maaş almırsan. Bunun da belə bir təsiri var. Yəni biz idealist idik. Biz o etapları keçib Azərbaycana qayıdıb bir fərqlilik yaratmaq, yəni ki, yenilikləri gətirmək, belə niyyətlərimiz var idi. Yəni gənc dövrlərimiz idi, idealist dövrlərimiz idi. Və o şəkildə, yəni bu məktəbdən keçdim. Mən həmişə deyirəm ki, məktəb dediyimiz şey bu önəmli bir şeydir. Bir psixoloq olsun, psixiatr olsun, onun bir məktəbdən keçməsi lazımdır. O məktəbdə ona sadəcə teorik məlumatlar öyrədilmir. Bütün xəstə ilə işləyərkən hər şey öyrədilir ona. Yəni bunu da keçən bir insan artıq bir çox nöqtədə, məsəl üçün, deyək ki, etik nöqtələr, sərhədlər, xəstənin deyək ki, müəyyən psixoterapevtinə qarşı müəyyən duyğularını necə idarə eləmək, bunun kimi şeylərin hamısı orada təcrübə ilə də, yəni xəstə ilə işləyərkən olduğu üçün sən o məktəbi keçdiyində artıq hazır bir şəkildə olursan. Amma kurslarla bu mümkün deyil. Amma bununla yanaşı bizim o təhsil dönəmimizdə, uzmanlıq təhsil dönəmimizdə biz eyni zamanda psixoterapiya təhsilini də almağa başladıq. Yəni bunlar da 2 illik belə uzun kurslar şəklində olur. Mən eyni zamanda koqnitiv davranışçı psixoterapiya, cinsəl terapiya və psixoanaliz təlimini aldım. Doğan Şahin, Məhəmməd Zihni Sunqur və CETAD dediyimiz qurumdan da cinsəl terapist ünvanını aldım. Yəni burada 6 il psixiatri tibb universitetini oxuyub həkim oldun. Daha sonra 1 il burada internatura üzrə keçdin. Daha sonra orada uzmanlıq üzrə psixiatriyanı seçdin. Yüksək bal toplasan da və uzmanlığı orada neçə il keçdin? Psixiatriya üzrə 2 il, 4 il. Uzmanlığı yox. Uzmanlıq bizim vaxtımızda 5 il idi. 5 il idi. Ancaq mənim tez dissertasiya yazma müddətim uzandı. Çünki dissertasiyamı çox böyük bir mövzu götürmüşdüm. Bipolyar xəstələrdə narkotik və alkoqol istifadəsinin araşdırılması, belə bir statistik bir çalışmaydı. Həm də xarakter özəlliklərini də tarayırdım. Yəni belə böyük bir çalışmaydı. Ona görə mən 5 il 8 ayda bitirdim. Yəni bir həkim psixiatr olmasının üçün təxminən bir 12-13 il həyat ancaq təhsilə, kitab oxumağa, araşdırmağa və mütəmadi olaraq tələbə olmağa həsr olunur. Bəli, çünki bizim yaşıdlarımız 4 ildən sonra mühəndisdirsə məsəl üçün iş həyatına başlayır. Yəni bizdən 10 il qabaqda başlayırlar həyata. Biz isə 30'lu yaşlarımızda hələ bu təlim, təhsil prosesini yeni bitirmiş olaraq. Yəni biz yeni maaş almağa başlayanda artıq bizim həmkarlar, sinif yoldaşlarımız belə deyək, artıq bir 10 illik artıq müdürlük bir stolunda otururlar. Doğrudur. Burada çox maraqlı bir məqama toxundu Nazər. Hansı ki düşünürəm ki, sosial mediada bu dəqiqə ən aktual mövzulardan biridir. Bu arada təzəlikcə bir maraqlı bir paylaşımla rastlaşdım. Həmin paylaşımda çox incikli, daha çox belə deyək, küskün və odlu alovlu bir çıxış var idi. Çıxışda daha çox belə mən hiss elədiyimə görə belə duydum ki, daha çox səndən şəfqət, duyğu və belə deyək, analıq bir hisslərinin olmasını, yəni sənin bir qucaq açıb qucaqlamağı və tam olaraq yəni sahib durmağı bir çağırışı var idi bu istəkdə. Deməli birinci onu soruşmaq istəyirəm ki, ümumiyyətlə bəzən olur ki, psixologiya, psixoterapiya və ümumiyyətlə psixiatrlar hansı ki psixoterapiya ilə də məşğul olurlar. Bəzən pasientlər bu sərhəddi, yəni harda bitib, harda başlayacağını həqiqətən də bilmirlər. Yəni ona görə ki, yəqin ki bizim daha çox bəlkə maarifləndirməmiz gərəkdir. Mənə də maraqlıdır ki, bir həkim, psixiatr plus psixoterapevt kimi bir bunun sərhədlərini izah edəsən. Ümumiyyətlə mənim psixoterapiya seanslarım ayrıdır, psixiatrik müayinə seanslarım ayrıdır. Yəni biz bilirik ki, psixiatrik diaqnozlar var, hansı ki medikamentoz müalicə yöntəmlərindən müalicə olunur. Bir də psixoterapiya yöntəmləri var ki, biz orada xəstələrin dinamik olaraq iç dünyasını kəşf etməyə və onlardakı simptomların şuuraltı köklərini axtarmağa çalışırıq. Bəzən də CBT yöntəmləri ilə də müalicə etməyə çalışırıq. Bunlar bir-birindən fərqli seanslardır. Ona görə də mən məsəl üçün müayinə seansındaykən
beynim belə işləyir. Simptom axtarıram ki, diaqnoz qoyum. Çünki diaqnoz qoymaq üçün kriteriyalar var. Yəni diaqnozu keyfi qoymuruq da. Bu xəstəliyin keyfi qoymayıb necə qoyursunuz? Yəni elə olmur ki, doktor, gəldi pasiyent, gəldi oturdu, biraz danışdı. Siz də keyfinizdən keçdi ki, mən düşünürəm ki, səndə depressiyadır. Yəni bu belə olmur. Qətiyyən. Yəni depressiyanın 11 dənə kriteriyası var. Bunların 3-ü majordur, 8-i minordur. Yəni ən az bir major kriteriya, 3 dənə minor kriteriya və yaxud da 2 dənə major kriteriya, 1 dənə minor kriteriya. Yəni bunlar olması lazımdır ki, biz ona depressiya deyək. Və xəstənin həqiqətən bəzən ifadə etdiyi sözlər, məsəl üçün çox gəlir ki, məndə panik atak var. Bu sözlə gəlirlər. Sonrasında baxırsan ki, anksiyete dediyimiz o təşvişi panik atak. Amma panik atak başqa bir şəkildə istiqamətdə gedir. Mən eyni şeyi bu şey haqqında da deyərdim ki, bu xəstəliklərin diaqnostikasında biz bəzən çox da dəqiqləşdirməli oluruq. Məsəl üçün sən də yəqin ki, onlarla qarşılaşmısan. Şizo-obsessiv formalar olur ki, müəyyən bir düşüncədir, takıntılı bir düşüncədir. Bunun obsessiyamı, yoxsa ki, psixotik bir düşüncəmi, paranoid bir düşüncəmi? Bunu ayırd etmək üçün biz xəstəni çoxlu sorğulamalı oluruq. Yəni öz düşüncəsi haqqında xəstənin fikri, bu düşüncənin davranışa keçməsi, bu düşüncədən sonra hansı davranışlar edir? Məsəl üçün bir obsessiv düşüncədir, ağlına gəlir, xəstə deyir ki, mən özüm də başa düşürəm ki, bu mənasız bir düşüncədir, amma özümdən qova bilmirəm. Amma bəzən belə olanda məsəl üçün rahatlama ritualları edirlər və yaxud da gedib valideynlərinə soruşurlar, elədi, belədi. Eləmədim kimi rahatlama davranışları axtarırlar. Amma bəzən elə olur ki, ağlıma bu şübhə düşür, mənə elə gəlir ki, insanlar mənə baxırlar, mənim haqqımda danışırlar və yaxud da mənə söydülər. Nə fikirləşibsə bu haqda? Başa düşürəm ki, mənə söyməzlər, amma o sırada da inanıram. Neçə faiz inanırsınız? 70% inanıram. Yəni ki, bir tərəfdən həm bir fərqindəlik var, bir tərəfdən də psixotik düşüncə o sırada çox aktivdir. Yəni ki, hər zaman diaqnostika, yəni kitabda yazıldığı kimi pure deyirik də, təmiz, saf bir şəkildə gəlmir, qaçışıq şəkillərdə də gəlir. Ona görə diaqnostika çox vacib bir şeydir. Xəstələr deyirlər, yəni pasiyentlər deyirlər və yaxud da insanlar deyirlər ki, nə edirsiniz ki, antidepressant yazırsınız. Belə, yəni odursa əgər gedin aptekdən antidepressant alın və yaxud da ki, nə bilim, başqa cürdə, yəni nevropatoloqlar da antidepressant yazır. Amma o deyir, yəni nevropatoloqlardan bizə bilirsiniz ki, xəstələr birinci oradan keçirlər. O nevroz, nevropatoloq sözünü oxşatdıqları üçün birinci sanki nevropatoloqa getməlidirlər kimi. Yəni burada əslində yanaşma odur ki, diaqnostika mövzusu psixiatra aiddir. Ona görə birinci hər hansı bir problemdə diaqnostikanı psixiatr edər, sonrasında psixoterapiya üçün yönləndirər. Yes. Bu belə. Yəni bir dənə də mən yəni bir çərçivə və nəticəyə çıxaraqdan belə anladım ki, yəni biz demək istədiyimiz odur ki, yəni pasiyent qapıdan gələndən sonra həmən o dediyimiz ki 20 dəqiqə, 40 dəqiqə, 45 dəqiqə necə bir diaqnoz qoya bildiniz, necə ola bildiniz? Yəni bizim beynimizdə oturmuş bir kriterlər var artıq. Hansı ki belə deyək də düşünün ki, beyin avtomatik işləyir o şəkildə. Beyin avtomatik olaraq həmən o kriterləri bir beynində axtarmağa başlayır, tarayır. Bir nəsə çıxdıqca sən ora bir qalışqa qoyursan ki, bu var 1, bu var 2, bu var 3, okey, keçim indi bunu da sorğuluyum. Bunlardan da varsa sən artıq dəqiqləşdirirsən. Yəni zaten xəstə içəri girəndən onun habitusunda girib əyləşənə qədər biz artıq təxminən belə deyək 80, %70 nə ola biləcəyini təxmin edirik. Yəni növbəti etapda pasiyent danışdıqca ailənin harda oturması, kimlə hətta gəlməsi, söhbəti necə başlaması belə artıq həmən kriterlərimizi qoymağa və beynimizdə onları bir check-up etməyə kömək olur. Aynən, bəli, elədir. Və digər tərəfdən də bu fikirlərə qapıldıqdan sonra da bu fikirlərimizi biz dəqiqləşdirmək üçün həqiqətən budurmu, bu simptom dəqiqdirmi, bu simptomu dəqiqləşdirmək üçün xəstəni sorğuluyuruq. Əlavə sual. Yəni o suallar sağdan olur, soldan olur, xəstəni yoxlama sualları olur. Yəni ki, bu bilirsiniz diaqnoza getmək yolunda bəzən məsəl üçün xəstələr imitasiya da eləyə bilirlər. Müəyyən simptomları şişirtmə eləyə bilirlər. Bəzən xəstələr yaxınlarının diqqətini görmək üçün özəlliklə qadınlarda daha çox olur. Diqqət görmədikləri, incidildikləri yerlərdə
o diqqəti, məsəl üçün deyək ki, bir isterik bir hal keçirdiklərində daha çox diqqət gördüklərinin fərqinə varırlar və yaxud da həkimə gəlib getmək yoldaşının onunla daha çox maraqlanmasına səbəb olduğunu gördüyü üçün bu simptoma yapışır, simptomu buraxmaq istəmir. Yəni belə hallarla da çox qarşılaşırıq. Sən biraz öncə çox yumşaq ifadə elədin. Amma mən deyim ki, o paylaşımda belə bir şey deyilmişdi ki, qızma çox kobud bir şəkildə davranılıbdı. Sanki mən ona belə deyilir ki, mən ona demişəm ki, hə qusursan, neyniyim qusursan, mən də qusuram. Sən uğur gözləyirsən, yəni cümlələrin ardıcıllığını da başa düşmədim. Sən uğur gözləyirsən. Belə bir paylaşım var idi və kobud bir paylaşım var idi. Mən birinci gün bayram günü idi, yəni ayın 9-u. Normalda evdə idim. Elə uşaqları da şeyə göndərmişdim, nənələrin yanına göndərmişdik. Yoldaşımla bir yerdə bir vaxt keçirək istəyirdi. Bir gördüm telefondan tap-batarap şey gəlir. Media saytlarından mənə zənglər gəlir. Belə qəribə qarşıladım. Nə olub, nə baş verib, xəbərim yoxdur yəni ki. Axır birini açdım, dedi ki, bəs mən Teleqraf şeyindən, bir Qafqaz infodanam. Sizin bu mövzu haqqında fikrinizi almaq istəyirəm. Nə mövzu? Bəs mənə link atdılar ki, bu Aynur Qurbanqızı sizin haqqınızda belə bir paylaşım eləyib. Harda? Facebookda. Girdim Facebooka, baxdım ki, 2 saat olub ki, paylaşım eləyibdi. Xəbər saytları artıq mənə şey eləyir. Belə biraz qəribə gəldi. O an anlamadım çünki yəni ki, bu insanlar o qadının səhifəsindəmi otururlar? Yəni 2 saat olmayıb hələ paylaşım eləyəli. Xəbər saytları niyə bunun üstünə düşüb ki, yəni sanki ölkənin gündəmində belə bir şey olub. Belə qəribə gəldi. Bir şey verdim, açıqlama verdim ki, mənim yəni çünki xəstələr bəzən müalicədən narazı qala bilirlər, gedişatdan narazı qala bilirlər. Onu bizə bildirirlər və deyirlər ki, doktor xeyri olmur, müalicə xeyir eləmir. Belədir, elədir, sizin müalicələr yaxşı deyil. Heç bir belə bir mövzu yoxdur. Nə anası tərəfindən, nə qızı tərəfindən belə bir aramızda bir söhbət keçməyib. Ona görə ağlıma gəlmir hansı xəstədir. Və ondan sonrasında da mən də hələ də xəstəni bilmirəm. Ümumi bir şey bildirdim ki, mən düşünürəm ki, xəstəni hələ ki xatırlamıram, amma düşünürəm ki, bizə bir çox psixiatrik xəstələr müraciət eləyir, bir çox səbəblərdən müraciət eləyirlər, psixosomatik əlamətlər. Adətən biz onların anonimliyini qorumağa çalışırıq. Bəli, bunları da paylaşa bilməzdim onsuz da. Və burada fikirləşirəm ki, bəzən diaqnozla əlaqəli, məsəl üçün deyək ki, bir isterik diaqnozu, psixosomatik əlamətlərin əslində orqanik bir səbəbi yoxdur. Yəni qusur, amma mədə-bağırsağında problemi yoxdur. Onda valideynlər deyirlər ki, sən özünü qusturursan, niyə belə eləyirsən, üstünə düşürlər. Bunu biraz başa salmağa çalışırıq ki, yəni burada bir psixolojik mexanizm işə düşür, amma tamamilə istəyərək, bilərək rol, teatr deyil də bu. Yəni ki, bunu başa salmağa çalışırıq. Bunu qəbullanmaqda, yəni adı da isterik nevroz olduğu üçün bunu qəbullanmaqda da çətinlik çəkirlər. Yəni isterik tutmaları da başa salmaq üçün də deyirəm ki, yəni yəqin ki, çox ətrafınızda görmüsünüz, bəzən bir istədiyi bir şey olmadığında, əngəlləndiyində, əsəbləşdiyində özündən getmə, qıc olma, bir yerlərin uyuşması və yaxud da ki, mədə-bağırsaq əlamətlərini göstərən bir hallar ola bilər. Bu şəkildə izah eləyəndə onlar yenə də başa düşmürlər, deyirlər ki, onda öz-özünə eləyir, belə şəkildə başa düşürlər. Bu mövzunu bu şəkildə izah elədikdən sonra axırda da dedim, bunlar mənim təxminlərimdir. Mən hələ ki, xəstənin probleminin nə olduğunu, xəstəni xatırlamıram yəni ki. Daha sonrasında Vəfa mən getdim. Nəzərə alsaq ki, doktor, neçə ildir Azərbaycandasınız? Artıq 10 il oldu da 2016-cı ildə. 10 il oldu. Təxminən orta hesabla gündəlik məsəl üçün bir xəstə baxış sayınız var. Gündəlik yəni ki 12-15 kimi bir xəstə görürəm. Okay, yəni bu 10 il ərzində təxminən hardasa bir 35 min, 40 min pasiyent kimi görsənir. Bəli və mənə gələn pasiyentlər də çox vaxt bizdə filan kəsi müalicə eləmişdiniz, o yaxşılaşıbdı. Mənə dedilər ki, yəni filan kəs sizin xəstəniz olub, dedilər ki, ancaq səni sağaltsa o sağaldar kimi şəklində gəlirlər. Yəni ki, elə belə duraq gedək, o psixiatr bir yoxlayaq, belə gəlmirlər. Özləri bilirlər ki, müalicələr effektli olur deyənə gəlirlər. Yəni əsas kütləm bu şəkildədir. Sonrasında Vəfa mənim ertəsi gün terapiya günüm idi. Ona görə xəstəxanaya getmədim, terapiyanı başqa bir yerdə edirəm. Mən 3-cü gün xəstəxanaya getdim və həmin dosyanı köməkçimə dedim, çıxartdı, tapdım, baxdım və son gəliş 30.05 may ayında, 30 may ayında gəlibdi və xəstənin şeylərini oxudum. Mənə dediklərini oxudum.
2 həftədir dərman müalicəsini kəsibdi. Soruşuram ki, dərman müalicəsini kəsdikdən sonra simptomlarınız necədir? Yəni geri qayıtma varmı mənasında soruşmaq istəyirəm. Yox, qusmalarım yoxdur. Artıq ən axırıncı dəfə dekabrda qusmuşam. Yəni ortalıqda bir simptom da yoxdur. Yəni mənə gəldiyi o 30 may ayında yaxşı gəlib. Dərmanların kəsməyinə baxmayaraq yaxşı gəlibdi. Amma hər gəlişində 3 dəfə gəlibdi. Hər gəlişində 1 həftə, 2 həftə dərmanı kəsərək gəlir. Hər dəfəsində mən bunu ona bildirirəm ki, yəni artıq burada bəzən valideyn roluna girirdim, amma artıq o rola girmirəm. Deyirəm ki, yəni dərman kəsmək sizə ziyandır, amma məndən tövsiyə etməkdir. Gerisi sizdə olan bir şeydir. Yəni bu şəkildə yenə də izah elədim ki, dərman müalicəsinə hələ ki davam eləməliyik. Yaxşı olan kimi dərmanları kəsmirik və həm də onun sosial fobiyasında da azalma ifadə eləyir. Çünki deyir ki, məsəl üçün bu gün bura tək gələ bildim. Heç vaxt gələ bilməmişdim. İnsanların içində yemək yeyə bilirəm. Yəni bunun kimi inkişaflarından da danışır. Yəni terapiya seansı müayinə seansı yaxşılaşma vəziyyəti var. Və yəni bu bir terapiya seansı deyil. Bu terapiya seansı deyil. Bu sadəcə müayinə seansı idi. Müayinə seansında da yaxşılaşma var və xəstənin yaxşılaşması olmasına baxmayaraq nə qalıq simptomlar var, onları araşdırma və müalicənin gedişatına qərar vermə. Bu şəkildə olub və bu şəkildə də müayinə sonlandırılıb. Sonrasında mənim ağlıma biraz daha şübhələr düşməyə başladı ki, bəs belə bir vəziyyət varkən, yəni ortalıqda heç artan bir şikayət də yoxdur, bir narazıçılıq yoxdur. Görəsən həmin bu xəstənin qızıdır da sonuçta 20 yaşında bir qızdır. Görəsən bu xəstənin anasının bu paylaşımlarından xəbəri varmı? Çünki bunlar ayrı yaşayırlar. Bir yerdə yaşamırlar, atası ilə yaşayır və görüşmələrin heç birinə ana gəlməyibdi, ata gəlibdi. Yəni mən biraz daha şübhələnməyə başladım ki, burada çünki xəstə mənim qız mənim xəstəmdir. Anası deyil. Paylaşım edən anasıdır. Mən xəstəmi qorumalıyam. Bir tərəfdən fikirləşdim ki, görəsən onun bundan xəbəri varmı? Çünki anası onun xəstəliyini ifşa eləyir sosial mediada. Açıq aydın və qızın 18 yaşı var artıq. 18-i keçibdi, yəni 20 yaşı var. Amma sonuçda bir insan bəlkə xəstəliyinin hamı tərəfindən bilinməsini istəmir. Yəni ki, bu biraz daha biz bu etik çərçivələri bilirik. Yəni bu tərəfdən gəldi. Bir də orada fikirləşməyə başladım ki, görəsən bu yox yerdən belə bir şey çıxartmanın başqa bir səbəbi var. Və bir də o saytları hamı mənə atır ki, görmüsən. Instagramdakı izləyicilərim, doktor sizin haqqınızda belə şeylər bütün o ki sizdən danışır. Qoyulmuş o krest işarəsi. O krest çox məni incitdi. Həqiqətən məndə düzün deyim ki, bu hadisələrdən sonra biraz küskünlük yarandı. Çünki insanlarda bu qədər nifrət görməyə gözləmirdim. Sonradan mənə əslində mediadan olan insanlarla da danışdım. Onlar dedilər ki, yəni bunu səhv başa düşürsən. Yəni bu altını dolduran o nifrət şeyləri trollardır. Yəni ki, onlar gerçək yorumlar deyillər. Doktor, sizdən məmnun qalan, sizdən razı qalan bir kütlə orada girib yazmayacaq. Məsəl üçün də başa düşürsüz bu normaldır. Yazmırlar, amma kaş ki yazsınlar. Yəni balanslaşdırsınlar. Yəni yazmaq. Bir pasiyentim elə yazır ki, mən girdim, yazdım, mənə top ateşinə tutdular. Həm top ateşinə tutmaqdır, həm də bəzi adamlar axı özləri istəmir. Məsəl üçün mən Azər Bağırov həkim psixiatrın qəbulunda olmuşam. Qəbulunda olmağın bilinməsi kimi bir şey o da var. Biz psixiatrlara zaten nə toyda, nə də bayırda adətən pasientlərimiz salam verməzlər. Evet, bəzilərində məsəl üçün bəzi şeylərdə görürəm yazır. Biri oradan yazır ki, bu qadınlar aldadır deyən adamdır. Yəni ki, bu sekslə əlaqəli videolar paylaşan adamdır. Biri o tərəfdən yazır ki, yəni o onun yan ixtisasıdır, psixiatrdır. Biri yazır ki, vaginizmi müalicə eləyir. Biri yazır ki, nə bilim, qadınlar da aldadır kitabını mən oxudum. Deyil, heç orada insanlar elə başa düşür ki, qadınları aldatmağa təşviq eləmək kimi bir şeydir. Yox, deyir ki, o kitab oxudum, başqa bir şeydir. Orada aldatmanın mexanizmləri, bu yolda gedən sürəci başa salır. Bunun kimi, yəni bir-birindən eləyən yorumlar. Yəni insanlar biraz da məncə oxumadan birinin yorumu görürlər və ora bir nifrət qusmaq istəyirlər. Belə bir şey də hiss elədim.
Yəni belə başımdan keçən İnformasiyalar olaylar sürətlənir. Məsəl üçün bu gün səhər tezdən oyandıq ki, İsrail İrana hücum edibdi. Ona görə yəni gündəm dəyişdiyinə görə mütəmadi olaraq, ona görə insanlar hər dəyişən gündəmə mütləq tez və cəld reaksiya bildirmək istəyirlər və ona görə altını çox da araşdırmağa maraqlı deyillər. Maraqlı deyirlər, gündəm sürətli dəyişir, bir məlumatda qalmaq da çətindir. Mənə Ondan bir sonra şey vəfa mən maraqlı nə gəldi. etdim? Hə, Ondan bəli. sonra mən nə etdim? Aqibət Bir dənə necə oldu? onu da deyim. Mən ondan sonra biraz daha şübhələndim. Məndən şey alan, müsahibə alan o saytlar, internet saytlarına zəng elədim. Dedim ki, mən canlı müsahibə vermək istəyirəm. Aha. Bu mövzu ilə əlaqəli. Yəni gündəmdədir də sonuçta. Yəni bu müsahibəni alın. Dedilər ki, bu reklam xarakteri daşıyır. Ona görə bu ödənişli olacaq. Ödəniş də belədir ki, 800-1500 manat arası, amma bir gün qalacaq. Əgər istəsəniz paket, həftəlik paket ala bilərsiniz, 3500 manat olacaq. Yəni belə bir sanki bir nöqtədən sonra, yəni gündəmdə olan mövzunu bir müxbir niyə yazmaq istəməsin? Yəni ki, bu maraqlı olmalıdır da sənin üçün. Yəni mənə belə gəldi ki, bu sanki belə bir quraşdırılmış bir şey kimi gəldi. Yəni mən olsun, yəni anti-reklamın özü də bəzən pis təsir elədi ki, yəni ki, şərləməyə. Mən elə bildim əvvəl bir xəstə şeydi, etirazıdır və yaxud da ki, narazıçılığı idi. Bu okeydir. Yəni biz bundan çox qarşılaşırıq və bunu biz normal qarşılayıb o narazıçılığı anlamağa çalışırıq. Amma burada bir şərləmə şeyi olduğu üçün bu məni biraz həm qorxutdu, həm də pis hiss elətdirdi. Əslində mən orada bir məsəl üçün yazılan cümlələri oxuduğum zaman mən nə hiss elədim? Yəni adətən bir həkimin pasiyentə soruşa biləcəyi, məsəl üçün onun həmin o durumuna məruz buraxacağı və altında yatan həqiqətən də o simptomun, yəni bir köklü araşdırması kimi. Məsəl üçün qusursanmı? Və məsəl üçün qusduqda nə olacaq ki? Yəni ən son ən pis nə ola bilər? Bəli. Yəni, onu da məsəl üçün doğru deyirsiniz. Bunu da sərt bir tərz olaraq qəbul eləyə bilərlər. Çünki biz altdakı qorxunu ortaya çıxartmağa çalışırıq ki, bu qusmaqla əlaqəli. Birincisi, həyəcanlı situasiyalarda qusma başlayır. Bəli. Və o həyəcanlı situasiyalar onda o refleksi yaradır. O həyəcanlı situasiyalar başqa insanlar üçün neytral situasiyalardır. Məsəl üçün deyək ki, insanların içində moldadır və yaxud da ki, sevdiyi bir oğlanla bir yerdə oturmuşkən orada onda ürək bulanma, qusma refleksləri gəlir və o mühitlərdən qaçınır. İkincisi, insan içinə çıxmaqdan çəkinməyə başlayır. Çünki birdən qusaram qorxusu ilə. Zaten sosial fobiyası olan birilərində bu daha çox olur. Görürük. Yəni birdən qusaram qorxusu ilə insan içinə çıxmaqdan qorxmağa başladığında biz orada sorğulamağa başlayırıq ki, altdakı qorxunu sənin də dediyin kimi tapmaq üçün ki, qussan nə baş verər? Bütün insanlar görəcək, utanclı vəziyyətə düşər. Sonra nə olacaq? Sonra nə olacaq? Sonra nə olacaq? Məsəl üçün adətən pasiyent səsləndirə bilər ki, bu mənim uğursuzluğum ola bilər. Okey, uğur sənin üçün nədir? Yəni məsəl üçün uğur sənin üçün nəyə görə vacibdir? Və yaxud da sən bu qədər qusmaqdan məsəl üçün qorxuduran sənin nədir? Və yaxud da məsəl qusma halında nələr baş verir? Yəni biz dəfələrlə bunları sorğulayaraqdan əslində pasiyentin duyğularının bir altında yatan bir əsas səbəblərdir. Ən altda yatan qorxunu ortaya çıxartmaq. Yəni belə variantlar da olur ki, məsəl üçün biabır olacam, insanlar o qusduğum insanların içində qusanda biabır olacam, onu görəcəklər. Bunun kimi şeylər, qorxular çıxır. Onlara da deşdikcə məsəl üçün belə çıxır ki, bunu heç vaxt unutmayacaqlar. Həmişə məndən danışacaqlar. Həmişə qusan insan kimi yadda qalacaq. Yəni belə görürsən ki, atlarda belə bir qorxu var. Yəni təkamül nöqteyi nəzərindən insanın şeyi təkamülü belədir ki, o qədim ibtidai icma dövründə də əgər biz cəmiyyətdən çöldə qalsaq, yəni cəmiyyət bizi çölünə atsa, bizim həyatda qalma şansımız yox idi. Ona görə bizim bu gündə o genlərimizə yerləşmiş ən böyük qorxumuz odur ki, cəmiyyət tərəfindən dışlanmaq, cəmiyyət tərəfindən utandırılmaq, utanc vəziyyətinə salmaq. Bu qorxu çıxır çox dərinə getdiyimizdə görürsən ki, altda çıxan şey bu cəmiyyət tərəfindən dışlanmaq, utanclı vəziyyətə salınmaq, belə bir qorxular çıxır yəni. Okey, Azər, mən bir dənə də məsələyə toxunmaq istəyirəm. Bu məncə ən maraqlı məsələlərdən biridir. Məsələn, pasiyent və həkim arasında və pasiyentlə psixoterapevt arasında bir emosional yaxınlaşma olur. Və bu emosional yaxınlaşma, yəni bir pasiyent özünün məhrəmlərini danışır, bölüşür və belə deyək də, o həmin vaxt qarşıdakı insana inanılmaz böyük bir güvənini göstərir əslində.
Burada hansı məqamda məsəl üçün həkim və o psixoterapevt məsəl üçün sərhədlərini necə qoymalıdır ki, yəni bu bağlantının, yəni sırf pasiyent və psixoterapevt olaraq etik çərçivələrini anlaya bilsin. Ümumiyyətlə bu etik çərçivələr nələrdir? Birincisi, bir psixoterapiya seansında bir münasibət yaranır. Psixoterapevt çox anlayan, anlayışlı bir insan rolundadır və pasiyent də anlaşılmadığını hiss etdiyi üçün, keçmiş travmalarını paylaşıb dinləyən birisi, məsəl üçün bunu anası ilə paylaşsa, yadından çıxart, keçmişdə qalıbdır, artıq nə edirsən və yaxud da ki, başqa birinə deməyə utandığı şeyləri psixoterapevtlə çox rahatlıqla paylaşa bilir. Çünki bilir ki, orada məxfiliyi qorunacaq. Burada psixoterapevtin sərhəddi nədir? Əgər bir pasiyent birinə zərər verməklə əlaqəli bir şey deyərsə və yaxud da ki, özünü öldürməklə əlaqəli bir düşüncəsini deyərsə, bu halda o məxfilik pozulacaq. Yəni ki, orada psixoterapevtin bir bildirmə kimi bir məsuliyyəti var. Azərbaycanda bu qanunlar tam oturulmayıbdır. Türkiyədə də oturulmayıbdır. Türkiyədə mən belə bir hadisə danışım, bir dəfə konsultasiyalara baxıram. Məni təcili yardıma çağırıblar ki, bir xəstə burada qışqırır ki, sevgilisini öldürəcək. Yəni nəysə endim aşağıya, bu adam belə qışqırır. Mən də hocama zəng elədim ki, hocam belə bir vəziyyət var, necə eləyək? O dedi ki, hastane polisinə xəbər ver. Hastane polisini çağırdıq. Hastane polisi də əsl polisi çağırdı. Əsl polis dedi, gəldi, dedi ki, davranış olmadığı müddətcə bu suç deyil. Biz heç bir şey edə bilmərik. Yəni səsləndirirsə bu önəmli deyil. Səsləndirirsə bu önəmli deyil. Yəni bizə o qədər yüklər yükləyirlər ki, biz sanki bunu bildirməliyik. Amma polisə bildirsən, polis deyir ki, davranış yoxdursa, burada bir suç yoxdur. Ondan sonrasında biz yenə də, yəni psixiatrlar bildiyin anadılar da, yəni biz yenə də rahat deyilik. Həmin qızın ailəsini axtarıb tapırıq. Yəni bir şəkildə oğlanın ailəsi ilə danışırıq. Bunlar uzun müddət sevgilidirlər. Ailəyə xəbər verdi ki, bəs belə bir şey var, qızınıza qarşı bir təhlükə var. Doktor onsuz da elə həmişə istəyəndə belə sözlər deyir. Onlar da çox ciddiyə almadılar. Yəni amma biz elə bir şeylərlə yüklənirik ki, elə məsəl üçün başqa Azərbaycanda olan bir intihar etmiş bir xəstə gəlmişdi. Boynunda ipin izi var idi. Mən ona soruşduğumda intihar düşüncələri davam edirmi? Davam edir və mən onu dedim ki, mən sizə dərman müalicəsi yaza bilməyəcəm. Mən istəyirəm ki, siz gedəsiniz psixiatrik xəstəxanaya və yatasınız. O da dedi ki, mən yatmaq istəmirəm. Mən dedim ki, burada əgər yatmasanız, mən sizə müalicə başlaya bilməyəcəm. Çünki risk var sizdə. Və gedib psixiatrik xəstəxanaya müraciət etdiyində, orada yatmaq istəmədiyini dediyində çox rahatlıqla yatırmadılar. Yəni. Amma yəni ki, Azərbaycanda da bizim qədər narahat olan ki, xəstənin intihar düşüncələri var, mən buna müdaxilə eləməliyəm. Mən artıq ona görə də ailəni bilgiləndirirəm. Ailənin bu riskdən əmin olduğundan əmin oluram. Çünki məsəl üçün keçən dəfə elə bir pasiyentim var idi, intihar düşüncəsini sorğuladığımda dilə gətirdi. Və sonrasında anası da yanındaydı. Yetişkin insandı, 35 yaşında insan. Anası da yanındadır və anasına dedim ki, bəs xəstəxanaya yatış lazımdır. Anası dedi ki, yox doktor, siz müalicəni yazın, bu düzələr. Yəni bu intihar eləyəsi deyil, belə danışır. Dedim ki, o zaman siz mənə yazılı bir şəkildə yazın ki, mən həkim tərəfindən məlumatlandırıldım. O mənə başa saldı ki, intihar riski var. Amma mən bütün bu riskləri başa düşərəkdən yataraq müalicəni imtina eləyirəm. Orada qadın bir tərəddüd elədi. Yazmaq, yəni ki, bu rəsmiləşəndə artıq, yəni ki, o danışıqlar ki, yox, bir şey olmaz. Yəni bunu gənc həmkarlarımıza demək istəyirəm ki, yəni ki, xəstənin yaxınlarının şeyinlə də əgər intihar riski görürsünüzsə, bu öngörülə biləcək bir şey deyil. Yəni bu gün eləməz, sabah eləməz, o bir gün eləyər və bunu çox xəbərsiz eləyər. Ona görə də bu mövzuda qəti duruşunuzu, yəni yaxınlarının deməyinə şey gəlməyin. Biz də ümidlənək ki, inşallah eləməz duyğusu ilə deyirik ki, yaxşı eləməz, dərman müalicəsini yazın. Belə bir şeyə girişməyin. Yəni ki, həqiqətən o ən pis ehtimalı fikirləşin ki, elədi də elədi. Yəni ki, eləsə bu 100% olacaq da. Yəni ki, eləmə ehtimalı 1%-dir, amma eləyəndə artıq 100% olur. Yəni demək istədiyim şey odur ki, bu şeylər rəsmiləşəndə ailə yaxınları da artıq biraz narahat olurlar ki, mən bir şey məsuliyyəti üstümə götürürəm. Nə qədər əminəm mən bundan, kimisindən bir şeyə girirlər yəni.
Azər, mən bir dənə şey soruşmaq istəyirəm. Məsəl üçün bayaqki mövzuya qayıtdığımız zaman həmən valideynlə necə əlaqə saxladınız, həmən o xanımla, yəni və yaxud da həmən pasientlə əlaqə saxladınız? Yox. Belə keyslərdə adətən nə edirsiniz? Yəni geri dönüş eləyirsinizmi? Yəni burada maraqlanırsınızmı? bir pasiyentin vəziyyəti mənə maraqlıdır. Əslində pasiyent bir narahatçılığı və təhlükəli bir vəziyyəti varmı? Bununla maraqlanıram. Və dosyasında baxdığımda hər hansı bir təhlükəli vəziyyət yoxdur. Sağlıqlı bir şəkildə gəlibdi və simptomsuz şəkildə gəlibdi və müalicəsində davamlı deyilərək gedibdi. Və yanaşma da yəni orada təhqir edirlər də mən. Yəni ki, mən hələ ki hüquqi şeyləri yəni başladıram yavaş-yavaş, amma orada mənə qarşı bir təhqir var. Yəni bu nöqtədən sonra mən zaten onunla əlaqə saxlamağım mümkün deyil. Mən başa düşmürəm ki, orada o narazılığın nəyə görə birinci mənimlə paylaşmadı. Mənə desəydi məsəl üçün ki, belədir, müalicələr təsirsizdir. Mən də orada ona göstərərdim ki, axı xəstə belə deyir, pasiyent deyir ki, məndə keçibdi qusmalar, hətta sosial fobiyamda da azalma var. Çünki bu pasiyent həm də bir çox həkimdən keçmiş bir pasiyentdir. Yəni atasının ifadəsinə görə doktor biz bunu gəzdirmədiyimiz yer qalmayıbdı. Ondan sonra bu düzəlmiş. Bu şəkildə gələn bir pasiyentdir. Yəni nəyə görə bunu məndən paylaşmaq və yaxud da ki, məndən bir müalicənin düzəldilməsi yönündə bir bəlkə bir şeylər səhv gedir, bir daha dəyərləndirək, belə şeylər yerinə belə bir yol seçdilər. Doktor, bu diqqət çəkməyin yəni üslubu ola bilər də həmçinin. Yəni sonuçda mənim məsəl üçün qızım xəstə olsa, mən onu ifşa eləmək yerinə onun xəstəliyinin çarəsini axtarmağa, yəni ki, sonuçda bir həkimə güvənib gəlmiş. Azərbaycandır burası. Yəni biz həkimləri didik araşdırıb gedirik. Yəni ki, biz xaricdəki kimi sağlıq sığortası var, kimə düşdük ona getmirik. Yəni didik araşdırırıq ki, bu həkim başqalarından soruşuruq. O deyir ki, hə, mən də getdim yaxşı idi. O deyir, mən də getdim yaxşı idi. Ondan sonra gəlirik. Sən bilirsən ki, bu həkimə gəldiyində, hə, bu həkimin daha əvvəlki müalicələri effektlidir. Bunları bilərək gəlirsən. Ona görə sən bu həkimi yəni hələ də müalicə əgər niyyətin düzəlmədisə, niyyətin övladının yaxşılaşmasıdırsa, bu həkimlə bu müzakirəni aparmağa istəkli olmağın gözlənilər. Bunu mən düşünürəm yəni. Bəli. Azər, mən bir şey demək istəyirəm. Deməli, sən həmən o həkimlərdənsən ki, biz həkimlər arasında zarafat eləyəndə də deyirik ki, sən Azərin paylaşımlarını adam like eləməyə ehtiyat edir. Hər kəs baxır. Gizli izləyicilər yəni. Hər kəs baxır, hər kəs içindən çoxlu suallar keçir, amma nə onu kommentə yaza bilmirsən, nə hətta like etməyə də yəni bir ehtiyat edirsən yəqin ki. Xəstələr də, yəni izləyicilər də onu deyirlər ki, doktor sizin videonun altına bir komment yazmaq olmur, inboxa daraşırlar. Yəni dırnaqda desək. Mən keçən dəfə səhifənin statistikasına baxırdım. Çoxlu izləyicilərim qadındır. Yəni ki, yazanlar da qadındır, rəy bildirənlər də qadındır. Keçən dəfə statistikaya baxıram. 48-in 52-yədir. 52 qadındır, 48 kişidir. Yəni demək olar ki, bərabər sayıda izləyicim var, amma kişilərdən səs çıxır, rəy bildirmirlər. Yəni onlar öz problemləri, qadınların elə bir xüsusiyyəti var. Qadınlar problemin həllini istəyirlər, kişilər isə problemi görməzdən gəlmək istəyirlər. Çünki kişilərdə cinsəllik bir güc simvoluna çevrilibdir. Ona görə cinsəl problemi var. Mən kişi deyiləm dırnaqda deyək də, şeyinə çevrilir. Onlar üçün onu qəbullanmaq öncəliklə birinci etapdır. Bundan başqa məsəl üçün erkən boşalması olan bir kişinin əziyyətini qadın çəkir. Yəni özləri də əziyyət çəkirlər, özləri də bunun düzəlməsini istəyirlər, amma qadın daha çox əziyyət çəkir ki, doktor, mən heç hələ oraya gəlməmişkən bitir münasibət. Nə qədər yoldaşıma deyirəm ki, gedək terapiyaya, razılaşmır. Yəni bunun kimi sərtləşmə problemləri də eyni şəkildə erektil disfun bunları qəbullanmaq onlar üçün çox çətindir. Androloqa gedirlər. Androloq müalicələrindən organik bir şey yoxdursa, androloq müalicəsinin bir faydası, effekti yoxdur. Orada da məsəl üçün bir şey qəbullanma çətinliyi yaşayırlar.
ailələr illərlə cinsi əlaqə yoxdur, evlilik davam eləyir. Belə bir şəkildə ailələr Azərbaycanda nə qədər desəniz var yəni. Yes. Azər, məşhur bir kitabım var idi. Yəni çox sevərəkdən keçən ilin demək ondan qabaqki ilində bir topu oldu, yəni biz həkimlər arasında. Qadınlar da aldadırdı mövzu. Amma yəni hər kəsin ilkin o abloşkada oxuduğu qadınlar da aldadır. Kimi deyil, yəni qorxulu, yəni mütləq illah da mən o kitabı oxuya bilmərəm, orada artıq bir əxlaqsız bir məqamlar var, hansısa bir Bizlə üz çəkib oxumaq. Üzünü çəkib oxumaq, metroda daha rahat oxumaq üçün. Okay, amma içliyi həqiqətən çox maraqlıdır. O etapları göstərməyin, onların göstərməyin ki, yəni düşüncə məsəl üçün ola bilər bu. Mən bir şey sormaq istəyirəm ki, bax bu seyircilər içərisində də 52% qadın olduqları, yəni böyük ehtimal ki, bu qadınlardır və yaxud da pasiyentlər qismində də gəlirlər də və bu normaldır. Bir pasiyent gəlir qismində və bir kişidir, həkim, psixoterapevtdir və o dərdini danışır, içini danışır və bir hissləri formalaşa bilər. Bir hissləri ola bilər, hansı ki biz daha sonradan buna, yəni öz aramızda, yəni hansı ki köçürtmə deyirik və yaxud da istəyirəm ki, bu haqqda danışasan. O transferans dediyimiz, yəni nə olur, necə baş verir? Yəni bunu nə vaxt həkim hiss edir və yaxud da nə vaxt həkim bir sərhədlər qoymağa başlayır və ümumiyyətlə bəzən ola bilər ki, həmin qadın sərhəd qoyulandan sonra qıcıqlana bilər daha çox. Çox doğru deyirsən. Üsyan qaldıra bilər. Çox doğru deyirsən, yəni. Bəzən bu pasiyentin özü deyil, pasiyentin yaxını ola bilər hətta. Məsəl üçün onunla birgə gələn bacısı ola bilər, onunla birgə gələn anası ola bilər. Hansı ki, yəni o sərhəddi gördüyü zaman özünün bir yəni bir alçaldılmış bir duyğusu formalaşır və buna görə bir üsyanı çıxır ortaya. Bu haqqda istəyirəm ətraflı danışasan. Yəni biz burada sən də bildiyin kimi idealizasiya və yerin dibinə vurmada, yəni bəzi xarakter xüsusiyyətləri var ki, onlar sürətli bir şəkildə bir insanı idealizə edə bilirlər. Yəni o insana olmadığı gözündə ideallaşdırmaq deyirik də xalq arasında. O insan deyil artıq. O insan mükəmməl bir şeyə çevrilir və gözlərində o qədər ideallaşdırılır. Bir də səni dinləyən biri. Bir də dinləyən biri. Yəni məsəl üçün orada biz nə ilə qarşılaşırıq? Pasiyentin sevgi etirafı ilə qarşılaşırıq və burada dediyin kimi onu geri çevirmək onda aqressiya yarada bilir. Yəni mənim biraz daha taktikam burada belədir ki, siz əslində mənə aşiq deyilsiniz. Siz Azər Bağırov imicinə aşiqsiniz. Yəni bu başqa bir imicdir. Mən bir insanam. Mənim psixoterapevt olaraq bir rolum var. Bu bir roldur. Yəni mən bir ata olaraq rolum var. Mənim bir Azərbaycan vətəndaşı olaraq rolum var. Mənim yolda maşın sürərkən qaydalara riayət edən bir rolum var. Yəni müxtəlif rollarım var. Amma digər mövzuda o imic sizə çox mükəmməl gəlir. Bunu gözünüzdə ideallaşdırırsınız və orada sizin biraz daha dəyərləndirmə şeyiniz pozulur. Sanki heç mükəmməl bir obraz var kimi hiss edirsiniz. Bu şəkildə yanaşdığımda biraz daha yumşaq qəbul eləyə bilirlər. Çox vaxt terapiyalarda məsləhət görülür ki, erotik transferans görüldüyündə terapiya durdurulsun. Bəzi şeylərdə, guideline-larda məsləhət görür ki, erotik transferansın özü də işlənilsin. Əgər terapist özünü bu mövzuda hiss edirsə, hazır hiss edirsə. Əgər biz bu sözləri açsaq, erotik transferans və guideline sözünü açsaq. Yəni bizim referans aldığımız, yəni bizim böyük alimlərin yazdığı bu şey belədir dediyi kitablar hansı ki bizdən ağıllı adamların bizdən ağıllı adamlar hansı ki onlar 10 minlərlə insanlar üzərində təcrübələr və yaxud da ki sınaqlar aparılıbdı və onların nəticəsi yayınlanıbdı. Yəni bu klassifikasiya sistemləri belə yaranır da. Yəni ki ona bənzər kitablar da var ki, bizdən ağıllı insanlar onu yazıblar və biz də onların yazdıqlarını öyrənib, oxuyub, onların təcrübələrini, çünki həyatımızda hər zaman yeni bir vaka ilə, yeni bir şeylə, xəstə profili ilə qarşılaşırıq və bəzən orada ilk dəfə gördüyümüz xəstə profilində bir yerə müraciət etməli oluruq. Məsəl üçün superviziyaların çox əhəmiyyəti var. Yəni bir terapist, biraz öncə dediyim o transferans, köçürmə, əslində biz orada nədən danışırıq? O başqasına qarşı yaradacağı duyğunu
terapistinə qarşı yaradır. Hı hı. Terapist orada ana roluna girə bilər, ata roluna girə bilər. Yəni bu rolları ona yükləmə baş verir və bu rollarla işləyirik. Hı hı. Yəni ki, çünki uşaqlıq dönəmindən gələn süreçlər var və terapiya sürecində biraz reqressiya deyirik də. O dırnaqda deyək, uşaqlaşma, geriyə dönüş Aha. baş verdiyi üçün ilkin xatirələr, uşaqlıq xatirələr davranışlar olaraq özünü göstərməyə başlayır və biz bu davranışları tuturuq və bunları xəstə ilə, pasientlə, danışanımızla incələməyə başlayırıq. Onun duyğularını orada anlamağa çalışırıq, keçmişdəki bir xatirəsini, bağlantıları qurmağa çalışırıq və hardan gəlir bu duyğunun kökü, onu anlamağa çalışırıq. Yəni bu şəkildə işləyirik, amma mən onu demək istəyirəm ki, erotik transferans, yəni xəstə pasient əgər terapistə sevgisini etiraf edirsə, bu çox çətin bir situasiyadır. Bunu hər terapist, təcrübəsi olmayan terapist ələ ala bilməz. Ona görə terapist əgər özünü hazır hiss etmirsə və yaxud da özü də bir duyğular hiss etsə ki, bu da ola bilər. O zaman mütləq bir şəkildə sizi mən başqa bir məsləkdaşıma yönləndirəcəm şəklində etməsi vacibdir. Çünki bu gedişat daha sonrasında siz onun sevgisini onsuz da qarşılaya bilməyəcəksiniz və bu gedişat problemli vəziyyətlərə çıxacaq. Bunu da məsləkdaşlarımız üçün deyirəm. Gənclərimiz üçün deyirəm. Digər tərəfdən sənin verdiyin sualda bir şey yadıma düşdü. Bir pasiyentim var idi. Mənə deyir ki, doktor, qadınlar sizi sevmirlər. Dedim, niyə? Belə spontane dedi, yəni ki, heç o mövzuda söhbət getmirdi. Deyir ki, sizin videolarınızı bir sevgilimə göstərmişdim. Dedi ki, zəhləm gedir bundan. Deyir ki, qadınlar da aldadır. Dedi ki, qadınlar aldadır. Bu deyir ki, qadınlar aldadır. Mən orada onu vurğulamaq istəyirəm ki, mən orada qadınlar aldadır yazmamışam. Kitabın adı Qadınlar da aldadır. Da önəmli bir vurğudur. Yəni çünki nə qədər kişi aldadırsa, bu kişilərin aldadacağı bir obyekt olması lazımdır. Yəni hər kişi gedib bir qrup orada bir qadın var. Hamı gedib 10 nəfər var. Azərbaycanda toplam 10 nəfər aldadan qadın var. Hamı gedib onlarla aldadır. Belə bir şey deyil. Yəni əgər biz deyiriksə ki, kişilər 60%-ə yaxın nisbətdə aldadırlar ki, xəyanət demək üçün də bəziləri sadəcə yatağa xəyanət deyir, bəziləri birindən söhbət eləməyə də xəyanət deyir, bəziləri porno izləməyə də xəyanət deyir. Yəni ki, bu dəyişir faiz ona görə. Yəni bu qədər insan əgər aldadırsa, onlar o qədər də qadın aldadır məntiqindən yola çıxırıq ki, statistika da bunu göstərir. Amma fərq nədədir? Qadınlar gizlətməyi bilirlər. Bu da qadınların günahı deyil. Çünki öncələr 2 əsr əvvəlində, 1 əsr əvvəlində qadın xəyanətə görə öldürülürdü. Ən azından bir 40 qamçı vurulurdu ona. Yəni ki, nənədən anaya, anadan uşağa daşlanaraq öldürüldü. Hələ də davam edən şeylər var. Bu anlatıla gəlibdir. Qadın bilir ki, bir münasibəti varsa bunu gizli saxlamalıdır. Amma kişidə nə baş verir? Kişi pohpohlanır. Sevgilisi var. Bugün bu sevgilisi var, sabah başqa sevgilisi var. Ona görə kişidə bu şeydir. Ona görə deyirəm ki, qadınlar məsəl üçün sevgililərinin sayını böl 3 deyirlər. Kişilər də vur 3 deyirlər. Yəni kişi sanki bunu fəxr bir şey kimi nə qədər çox qadın sevgisi olduğunu vurğulamağa meyilli olur. Qadınlar isə gizlətməyə meyilli olur. Amma kitab sadəcə bundan ibarət deyil. Kitabda mən qadınlara qarşı olan yanaşmanın, Azərbaycanda bir qadına yanaşmanın, məsəl üçün belə bir səhv tərəfi var. Yəni əvvəllər sevgilisi olubsa dırnaqda istifadə edilmiş qadın kimi baxırlar. Yəni ki, sanki bu bir əşyadır. Yəni bu nüansları əslində vurğulamışam ki, qadın aldatması nəyə görə bu qədər cəzalandırılır, kişi aldatması nəyə görə cəzalandırılmır. Digər bir nüans, bu aldatma mövzusu bütün dini kitablarda böyük günahdır. Deyək ki, 8 böyük günahdan biridir. Amma buna baxmayaraq cəmiyyətdə bu qədər aldatma var. Demək ki, bir problem var. Xoşbəxt evliliklərdə də aldatma var. Yəni ki, sevgi də aldatmanın şeyi deyil, qoruyucusu deyil. Yəni bu biraz araşdırılmalı. Çünki səbəb araşdırılmadan biz çözümü nətər gətirəcəyik? Mən məsəl üçün terapist olaraq evlilik krizlərindən mənə müraciət edirlər. Ortada aldatma var. Çoxdur. Yəni ki, aldatma ilə mənə müraciət edən çoxdur. Mən bunun kökünü onlara izah eləmədən və onların xarakter xüsusiyyətlərindən qaynaqlanan şeyləri izah eləmədən
bunu onlarla necə işləyəcəm? Əlbəttə. Yəni bir insan xəyanəti, məsələn, qadın xəyanətə məruz qalıb, kişi xəyanətə məruz qalıb. Beynində ancaq o sual dolaşır ki, nəyə görə? Onun məndən fərqi nə idi? Nəyi əksi idi? Nəyi doğru eləmədim? Bunun kimi suallara cavabları tapmaq üçün xəyanəti başa düşməlidir. Yəni bu kitabın məqsədi budur. Ki xəyanət ümumiyyətlə nədir? Xəyanət ümumiyyətlə nədir? Heç kim bilmir. Xəyanəti sadəcə qadın eləyirsə əxlaqsızlıqdır, kişi eləyirsə eləyər də, yəni bütün kişilər eləyir. Yəni belə bir stereotip var ölkəmizdə, yəni bir çox da şərq ölkələrində var. Amma xəyanətin baş vermə şeyi, yəni məsəl üçün belə bir şablonda var ki, qadınlar duyğusal olaraq birinə bağlandıqlarında xəyanət edirlər, kişilər də şey olaraq, görüntü olaraq bəyəndiklərində. Amma mən bir çox kişi tanıyıram ki, sevgililəri yoldaşlarından daha onlara görə, yoldaşlarının sözünə görə daha çirkindir və yaxud da yoldaşları daha gözəldir. Amma orada duyğusal bir bağ tapıblar. Bəli. Yəni ki, kişinin duyğuları ilə aldatmır deyə bir şey də doğru deyil. Doğru yəni deyil. ki, o qədər səhvlər var ki, yəni kitabda ancaq bu mövzulardır. Yəni bu Mövzular mövzuda miflər müzakirə olunur. Bir qadının həyatı, evlilikdən gözləntiləri, bir kişinin həyatı, evlilikdən gözləntiləri, qadınların gənclik dönəmindəki cinsəlliyə verdikləri, çünki gənc qadınlar 20'li yaşlarda qadınlar cinsəlliyi önəmsəmirlər çox. Daha çox şəfqət, sevilmə duyğusu kimi partnyoruna yanaşır. Sonrasında 30 yaşdan sonrasında artıq daha onlar çox cinsəllikdəki o tatmini önəmsəməyə başlayırlar. Ona görə evliliyin müəyyən etapından sonra bir uyuşmazlıq yarana bilir. Kitabda çox xoşuma gələn məqamlardan biri həmən o kişilərlə qadınlar arasında o yaş fərqi arasında olan həmən o şəfqət və seksuallığa qarşı olan məsəl üçün maraqlı bir təzad var idi də. Yəni bunu tutulmaq bir nöqtəsi idi. Bu çox maraqlı idi. Azər, mən bir şey soruşmaq istəyirəm. Deməli bir şey demək istəyirəm əslində. Bir Paul Ekman var, hansı ki bütün dünyaya yalan danışmaq haqqında, yəni kitablar yazıbdı, bu haqqda danışır və maraqlısı budur ki, öz oğlu kitabda belə öz əksini tapıbdı. Öz oğlu onu çox mahircəsinə aldadır və aldatması necə olur? Evə oğlu bir rəfiqəsini gətirir, o gecəliyir rəfiqəsi ilə birgə, amma onlar bu haqqda, yəni rəfiqəsi valideynləri düşünür ki, bunların da valideynləri evdə olublar və Paul Ekman bütün məhz bu yalan üzərindən belə özünü sorğulayan başqa bir kitab var. Hansı ki deyir ki, necə oldu ki, mən bu qədər yalanlar üzərində kitablar yazdım, amma bu qədər sadəcəsinə, yəni bir yalanla üzləşdim və bunu aldaya bilmədim. Ona görə mən bir şey də soruşmaq istəyirəm. Yəni ümumiyyətlə heç olurmu ki, məsəl üçün gələn qadınlar qətiyyən məsəl üçün bu kitab oxuyublarsa, bu kitabla tanış olublarsa və yaxud da bu kitabı oxumadan sadəcə sənin videolarına baxaraqdan gəlirlər və ilk gəldikləri zaman bir daha üsyankarcasına gəlirlər. Çox olur, çox olur. Yəni ki, o qadınları sanki orada ifşa etmişəm, sanki qadınlara qarşı bir kitabmış kimi reaksiyalar çox olur. Bir pasiyentim mənə demişdi ki, mən yəni müraciət buydu ki, ayrılmaq istəyirəm. Nəyə görə? Sizin kitabınızı oxudum, ondan sonra başa düşdüm ki, yoldaşımı istəmirəmmiş. Mən ona görə ayrılmaq istəyirəm. Bu mənim fikrimi qətləşdirdi. Aslında kitabda elə bir şey yoxdur. Yəni ki, ayrılmayın demir yəni ki. Niyyət sadəcə var idi. Niyyət var idi. Bəlkə də oradakı o simptomları oxuduqdan sonra özündə. Məsəl üçün bəzən məclislərə indi gedirik də, yəni özümüzün də ailə daxili bir toylara zada gedirik. Orada dostlar belə zarafat yana deyirlər ki, qızlar səndən nifrət edir, deyir ki, bu qadınlar aldadır, yazır falan şəklində. Bu oxuyan insanlardan sonra amma çox fərqli rəylər görürəm. Oxuyan insanlar daha qadını dəstəkləyici bir kitab olduğunu, yəni adı biraz yanıldır insanları, amma içəriğini oxuduqdan sonra daha çox qadının tərəfindən nəyə görə qadında bu qədər qısıtlamalar var, nəyə görə məsəl üçün sən özün də yəni tarixə maraqlı olduğunu bildiyim üçün, o sənətə, incə sənətə də maraqlı olduğunu bildiyim üçün, məsəl üçün bilirsən ki, Fransada o kişilər səfərə getdiklərində qadınlara belə bir dəmir taxırlar və onun açarı olurdu. Yəni ki, kişi nəyə görə bu qədər qadının cinsəl azadlığını mane olmağa çalışır kimi bir şey var. Çünki o dövrdə qadının, uşağının kimdən olduğunu öyrənməyin yolu yox idi. Bəli. Bu dövrdə isə bir inqilab baş veribdi. Artıq DNA testi var ki, o göstərir ki, uşaq səndən də deyil. Yəni burada kişilərin ən böyük qorxusu odur ki,
mən varidatımı qoyacağım uşaq başqasının uşağını böyütmək Aha. və varidatımı da başqasının uşağına qoymaq. Aha. Buna görə qadınların azadlığı bu qədər qısıtlanıb. Sonuçta qadın məsəl üçün kimdən hamilə qaldığını bilir, Hı -hı. amma kişi kimi hamilə qoyduğunu bilmir. Hı -hı. Yəni belə bir təbiətin qanunu Qanun. olduğu üçün ona görə belə bir mexanizm formalaşıb ki, qadını məhdudlaşdırmaq. Hı -hı. Amma digər tərəfdən də bu bir digər inqilabda oldu ki, bu kontraseptivlər də, yəni hamiləlikdən qoruyucu dərmanlar da kəşf olunduqdan sonra artıq qadınların azadlığı artdı. Yəni ki, Hı -hı. günümüz dövründə o vəziyyətlər dəyişdi. Amma bizim də cəmiyyətdə qadın azadlığının mən artdığını görürəm. Hı -hı. Özəlliklə şeyə bəzən baxıram, çox aktiv deyiləm, amma Oo. X-də baxıram, Bu cümlədən sonra altda yazılar gələcəkdir. Twitterda görürəm ki, gənclər artıq fərqli baxırlar. Yəni mən bunun tərəfdarıyam kimi bir şey deyirəm. Mən özüm konservativ bir insanam, ailə tərəfdarıyam. Yəni ki, daha gələneksel ailənin tərəfdarıyam. Amma dəyişim var. Dəyişimin göz yummaqla mənim atam məsəl üçün dəyişimə göz yuman bir insandır. İllərcə mobil telefon almadı. Yəni ki, texnologiyanın o dəyişimlərini düzgün qəbul eləmirdi. Yəni işə yararsız bir şey kimi qəbul edir. Amma sonuçda artıq o da bir nöqtədən sonra aldı. Yəni dəyişimi qəbul eləməmək, dəyişimə qarşı qoymaq bir müddət çəkər. Sonunda sən gec bir zamanda dəyişimin içinə girəsən. Ona görə dəyişimlə bunun başqa çarəsi yoxdur. Ona qarşı qoymanın da bir çarəsi yoxdur. Dəyişimi anlamağa çalışmaq, adaptasiya olmağa çalışmaq lazımdır. Ona görə mən də Azərbaycanda bu Z nəsli dediyimiz nəsildə bu mövzuların biraz daha dəyişdiyini görürəm. Artıq məsəl üçün mənə müraciət edən cütlüklərdə də evlilik öncəsi cinsel münasibətlər çoxdur. Qadınlar öz cinsel həyatlarını qurmaq istəyirlər. Yəni bir tərəfdən karyerasını eləyərkən bir tərəfdən düzənli bir cinsel həyat istəyirlər. Duyğusallığı hətta bəzən istəyirlər ki, azaltsınlar ki, mənim işimə mane olmasın. Yəni dəyişmiş bir profil var. Yəni yeni bir Azərbaycan cəmiyyəti transformasiyası. Bəziləri bunu əxlaqsızlaşan cəmiyyət deyə bilərlər. Yəni ki, bu biraz bilmədən danışmaqdır. Yəni ki, bir şeyə əxlaqsız və yaxud da təhqiramiz bir şey deməklə o şey düzəlmir, dəyişmir. Amma anlasaq, məsəl üçün nə yolda nələri düzgün edəcək. Məsəl üçün birazdan böyük ehtimalla mənim düşüncəm odur ki, artıq məktəblərdə bu qoruyucu vasitələrin kontrasepsiyanı artıq uşaqlara başa salmaq lazım olacaq və yaxud da cinsi yolla keçən infeksiyaları, yeniyetmələrə başa salmaq lazım olacaq. Çünki aktivdirlər, cinsel həyatları var. Yəni ki, düşünmürəm ona başlayacaqlar. Azər soruş niyə? Bizim məktəblərdə hələ də məcbur qalacaqlar qızlar üçün olan, məsəl üçün önəmli bir həyatlarında olan dönəmi hələ də onu başa salmağa başlamayıblar. Ona görə mən bəzən yəni bu adət dönəminin başlaması. Adət dönəmi başlaması. Yəni bir 12 yaşında qız gəlir, 11 yaşında qız gəlir. Valideynə soruşuram ki, qızdan soruşuram ki, məsəl üçün adətin başlayıbmı? Nə olduğunu, yəni hiss edirsən gözlərindən ki, bilir. Maması gözündən belə-belə eləyir ki, yəni mən deməmişəm. Soruşursan niyə? Deyir ki, hələ uşaqdır axı. Deyirəm ki, okey, bəs bir gün sabahsı gün olanda və o suallar altında qalıb və siz onun yanında olmayanda onda necə olacaqdı bu? Və çox az məktəblərdə bu haqqda ümumiyyətlə danışılır. Böyük bacısı olan qızlar biraz şanslıdır ki, bacı biraz şey eləyir. Hə, və bir də sinifdə hansı bir daha aktiv bir diqqət əksiliyi, hiperaktivliyi olan bir qız varsa, o tez ortaya düşüb və hər kəsə məlumat veribsə. Mən hətta sənə deyim ki, o valideynin utandırması, yəni qız uşağının keçid dönəmində, qadınlığa keçid dönəmində olan o süreçlərdən, yəni ikinci cinsi əlamətlərdə sinə, süd vəzlərinin böyüməsi və yaxud da başqa əlamətlər, onlardan o qədər utandırma olur ki, qızlar belə gizlətməyə çalışırlar. Onurğa əyriliklərinə qədər gedir, yəni ki, qız uşaqlarının, qız modellərinin qısıtlanması, oğlan uşaqlarında məsəl üçün belə bir problem yoxdur. Oğlan uşağını kişiliyə addım çağırış var. Amma qız uşaqlarında bunun məhdudlaşdırılması var. Bu böyük bir utancla bir yerdə davam edir və gələcəkdə onun özünü qadın olaraq bəyənməsi, qadın olaraq hiss etmək və qadın olaraq bəyənilməklə əlaqəli hisslərini zədələyir. Mən icazənlə o şeyə biz oradan danışsaq, mən istəyirəm danışaq. Burada terapiya seanslarında və yaxud da ki, müayinə seanslarında nə baş verir? Terapist pasiyentin
anası roluna girir, Hı hı. atası roluna girir. Bunun bir girdik, amma sonrasında davamını məncə biraz danışsaq yaxşı Aha. olar. Burada pasiyentlərin gözləntisi çox fərqlidir. Sən də elə hiss edirsən. 100%. Yəni pasiyentlərin bizdən gözləntiləri əslində bizim onlara qorxma, heç nə olmayacaq şəklində yanaşmağımızdır. Güvən axtarma davranışları. Güvən axtarma davranışlarıdır. Amma mən də onlara başa salmağa çalışıram ki, bunu zaten atanız, ananız eləyir. Bunu zaten ətrafınızdakı insanlar eləyir. Məsəl üçün OKB xəstələri də bizdən əmin olmağa çalışır. Doktor, bunu eləmərəm hər vaxt. Mən deyirəm belə suallara cavablamıram, çünki bunu sizə xeyri yoxdur. Valideynlərə də tapşırıram ki, belə suallarla sizə gəldiyində siz deyin ki, həkim mənə icazə vermir ki, sənin bu suallarını cavablandırım. Çünki bu şeyi artırır. Digər bir şey, məsəl üçün gənc dediyimdə uşaq deyil ha. Yəni 20-25 yaşında atası ilə, anası ilə gəlibdi. Xəstə odur. Xəstəyə sual verirəm, şikayətləriniz nədir? Valideyn başlayır danışmağa. Bizim başlayır bizim. Deyirəm ki, sizinlə danışanda üzümü sizə döndürəcəm. Çünki bu məni biraz qıcıqlandırır ki, o uşağa söz haqqı verməmək. Yəni ki, o gəncə söz haqqı verməmək. Sonrasında deyirəm ki, özü də danışa bilir, öz-özünü. Yox doktor, o özünü yaxşı ifadə edə bilməz. Deyirəm ki, siz icazə verməsəniz, zaten o öz-özünü ifadə etməyi öyrənə bilməyəcək. Məsuliyyəti öyrədə bilməmək. Bir şey gəlmişdi, mənim Hollandiyada yaşayan bir Türkiyədən tanıdığım həkim yoldaşım var idi. O deyir ki, Hollandiyada bu məsələlər uşaqlara pulu idarə etmə o qədər öyrədilir ki, deyir ki, mən məsəl üçün uşaq marketə getdiyində ona 5 evro verirəm, məsəl üçün. O gedir 6 evroluq bir şey istəyir. Mən ona deyirəm ki, sənin 5 evron var. Buna düşmür. Yəni o artıq ölçməyi, hesablamağı öyrənməyə başlayır. Yəni bunu da 6-lı yaşlardan eləyirlər. Bizdə isə 40 yaşında hələ də məsuliyyəti ata-ana daşıyan ailələr gəlir və bu o qumar asıllarında mənim çox ürəyimi incidir. Yəni ki 29 yaşında, 30 yaşında bir insandır, sürəkli ata-ana tərəfindən borcları bağlanılır. Və qumar da bir asılılığı olduğu üçün sürəkli sözlər verir ki, bir daha oynamayacağam, topaz oynayır da yəni. Onlar da inanırlar. Onlar inanmırlar, artıq inanmırlar, amma istəmirlər ki, həbsə də düşsün. Yəni ki, bir davranışın sorumluluğunu almadıqda o davranış dəyişmir. Çünki o bilir ki, sürəkli mənim arxam toparlanacaq. Məncə uşaqların fərdləşməsi ilə əlaqəli, yəni yeniyetmələrin fərdi həyata keçmələri, öz məsuliyyətlərini almaları, davranışları ilə əlaqəli işlənilməlidir. Onların valideyn işləməlidir ki, fərd yetişdirilsin. Yəni o individuallaşma çətin prosesdir. Sən məsuliyyət alasan. Adicə biz məsəl üçün hocalarımızla bir yerdə xəstə görəndə çox rahat idik. Bir problem olsa hocaya soruşulur. Amma tək başına praktis eləməyə başlayanda, yəni iş görməyə başlayanda artıq bütün məsuliyyət səndədir. Yəni bu öz-özlüyündə böyük bir şeydə anksiyete deyirik, təşviş yaradan bir şeydir. Ona görə bir gəncin öz başına qərar verməsi, qərarlarının sonucunu alması. Yəni bir gənc evlənmək istəyir məsəl üçün. Ailə razı deyil. Gənc evləndiyi insanla yaşayacağı şeyləri başa düşürmü? Gənc də məsəl üçün fikrindən daşınır sonrasında. Sonra xoşbəxt evlilik olmur, başlayır ailəni günahlandırmaq ki, siz məni qoymadınız istədiyim adamla evlənim. Belə şeylər. Yəni burada o gənci öz seçimlərini eləmək, sonrasında seçimlərinin nəticələri ola biləcəyini qavramaq, o nəticələri gözə almaq, bunları öyrətmək məncə lazımdır, vacibdir. Əlbəttə, bu uşaq vaxtdan vacibdir. Birincisi o universitet seçimindən başlanılır. Hansı ki, valideyn 6-cı, 7-ci, 8-ci sinifdə qərar verir ki, o kim olacaqdır. Yəni uşaq artıq başa düşür ki, onun seçim azadlığı yoxdur demək ki. Həm də, yəni o da özü də meylli deyil, çünki fikirləşir ki, birdən səhv seçim eləyərəm, sonrasında peşman olaram, valideynlərim məndən yaxşıdır. Daha yaxşı bilirlər. Mən ilk dəfə Azərbaycanda qarşılaşdım və bu mənim qohumum idi. Xalam oğlunun qızı. Kulinariya üzrə universitetdə imtahan verməyəcək. Kulinariya üzrə Avropada təhsil almaq istəyir. Qərar verib. Yəni advokat olmaq istəmir, yəni həkim olmaq istəmir. Nə bilim, mühəndis olmaq istəmir. Bizdə evdə də biri var belə. Yəni böyük şeylərdə, yəni ki, o top ixtisaslar var ha. Onların heç birisi
marağının olduğu yöndə getmək istəyir. Bu insan kulinariya ilə məşğul Gözəl. olmaq istəyir. Və mən bununla qarşılaşanda şok olmuşdum ki, ya Azərbaycanda belə bir şey var. Bir insan, yəni o da 17 yaşındadır, hər halda 16-17 yaşında olar. Bir insan özü qərar verir ki, mən bu yöndə getmək istəyirəm. Və ailə dəstəkləyir onu, nə gözəl. Yəni ailə dəstəkləməsə də bir insanın belə bir qeyri-standart bir daha az olan bir professiyanı seçməsi, o yöndə getməyi istəməsi, yəni bunlar adam biraz Həvəsləndirir, maraqlandırır. yaxşı mənada adamı şey deyir ki, demək ki, gənclər biraz daha öz qərarlarını verməyi seçirlər yəni. Azər, mən uşaq yeniyetmə psixiatrı kimi, məsəl üçün valideynə həmişə deyirəm ki, uşağın mütləq seçimi olmalıdır. Yəni, əgər bir qız uşağıdırsa, səhər tezdən durub ağlayırsa, deyir ki, mən illah da don geyinəcəm və qışın ortasıdır. Amma siz ona heç olmasa nəsə geyindirməlisiniz və o deyir ki, mən yayda geyindiyim bir donu geyinəcəm. Siz yəni ona heç olmasa onun altından geyinə biləcək bir isti, tutaq ki, bir uzunqol bir köynəyin və yaxud da altdan geyiləcək bir corabın, məsəl üçün qalın bir corabını geyindirə bilərsiniz. Üstdən istədiyi donu geyinə bilər. Amma ən azından o corabı da siz corabla 2 cürə, 3 cürə corab qoya bilərsiniz və üst geyimi qoya bilərsiniz, alt geyimi qoya bilərsiniz ki, o hansını istəyirsən bunları seç. Bunları geyinəcəksən. Uşaq öz aləmində düşünür ki, seçim o elədir. Amma əslində siz istədiyinizi ona geyindirdiniz. Yəni Əslində zaten cəmiyyətdə də o bizə seçimləri sanki biz seçim eləyirmiş kimi bizdə illüziya yaradılır və bunu uşaqlarda da tətbiq eləmək olar. Yəni ki, variant təklifində yəni istədiyimiz seçimə doğru da yönləndirə bilərik, amma burada yəni sənin fikrin önəmli deyil hissiyatını verməmiş olarıq. Uşaq sanki özü seçmiş kimi hiss eləyə bilər və yaxud da yeniyetmə özü seçim eləmiş kimi hiss eləyə bilər. Texnikadır da bu, yəni ki, marketinqlərdə, dövlətlər də bunu böyük cəmiyyətləri idarə eləmək üçün hazırda bizim seçimlərimiz içərisində, yəni ki, sanki öz seçimlərimiz varmış kimi. Yəni onlar da bunu bizə belə təqdim edirlər. Təqdim edirlər və biz müəyyən seçimlər edilmiş kimi gəlir, amma onların hamısı onların bizə sunduğu bir şeydir. Yəni bunu biz eyni texnikanı biz uşaqlarımıza da tətbiq eləyə bilərik və onların o azadlıq ruhlarını saxlamış olarıq. Yəni sonuçta valideynin haqlı bir qorxusu da var ki, uşağın təhlükəsi ilə əlaqəli narahat olur. Orada mən məsələn onu da əlavə eləmək istəyirəm ki, düzdür, dünya təhlükəlidir. Özəlliklə balaca uşaqlar üçün təhlükəlidir. Biz uşaqları təhlükədən qorumalıyıq. Amma uşağa dünya təhlükəlidir hissiyatını verməməliyik. Çünki uşaq dünyanı güvənli bir dünya olaraq qəbul edilməlidir ki, içinə qapanmasın, açılsın. Və rahat olsun. Və rahat olsun. Azər, bəs biz bu pasientlərə ən son yəni suallarımdan birini vermək istəyirəm ki, bəs biz bu pasientlərə dərman qəbulunla bağlı çoxlu miflər var. Yəni hansı ki, çoxlu bəs biz bu seçimləri biz onlara necə edək? Bəzən çünki həkim pasientə, yəni mən bu dərmanı sənə yazıram, dərmanı qəbul edib etməmək sənin seçimindir. Seçimindir dediyiniz zaman niyəsə bəzi pasientlər bu seçim prosesindən qorxurlar. Və seçim dediyiniz zaman həmən onlar geriyə çəkilmək istəyirlər ki, yəni mənim seçimimdəsə onda heç etməyim. Yəni belə də idarə edərəm. Yəni ümumiyyətlə pasientlara bir həkim, müayinə edən həkimin bir pasientlə sırf psixiatrik bir dərman üzərindən, məsəl üçün təqdimatı necə olur adətən? Bunu necə deyirsiniz? Necə səsləndirirsən, məsəl üçün? Və seçimi hansı nöqtəyə ona buraxırsan, hansı yerdə isə daha çox öz, belə deyək də, özünün tam qərarlılığını alırsan, kontrolu alırsan. Məncə bu mövzuda bizim bütün həmkarlarımız əziyyət çəkir. Çox önəmli bir mövzuya toxundun. Yəni normalı budur da, yəni ki, Avropa insan hüquqlarına görə seçim şəxsindir. Məsləhət tövsiyə oluna bilər. Geri qalan seçim şəxsin özündədir. Və o yetərli qədər məlumatlandırılmış olmalıdır ki, məsələn banklarda da belə bir şey var. 4-5 dənə səhifədə heç birisini də oxumuruq, altına imza atırıq. Amma orada bir sürü şeylər, variantlar yazır. O devalvasiya olan vaxtda bir sürü insan imzalayıbdı, amma bilməyibdi ki, yəni ki, dollarının aldığı krediti ancaq təzədən dəyişərəkdən. Yəni belə bilmədiyimiz bir sürü şeyi imzalayırıq, çünki oxumağa həvəsimiz yoxdur, dinləməyə həvəsimiz yoxdur. Pasientlərdə də belədir. Pasientlər istəyirlər ki, həkim onların yerinə desin ki, qorxma. Bu dərman tam sənin üçündür.
bu dərmanı içəcəksən və yaxşı olacaqsan, Tez hansı ki zamanda, 3 tez günə. zamanda yaxşı olacaqsan, hansı ki bilinməyən şeylərdirlər də. Yəni dərmanın yan təsiri ola bilər. Az da ehtimal, amma ola bilər. Dərmanı içdikdən sonra sağalmaya bilər. Yenə də az da ehtimal, amma ola bilər. Dərmanı içdikdən sonra bir müddət keçməlidir. Onu şey eləyə bilmir, dözə bilmir. Yəni ki, Təəssüflər olsun, bizdə də 2 ümumiyyətlə həftədir, 3 üç həftədir həftə. içirəm dərmanı, heç bir şey Aha. olmur. Artıq buraxan nə qədər insanlar Bəli. var. Amma pasiyent istəyir ki, bunu həkim onun yerinə bu məsuliyyəti alsın. Amma sonrasında problem çıxdığında da həkimi günahlandırsın ki, bəs həkim mənə demişdi, məndən heç soruşmadı. Mən əgər bilsəydim belədir, heç başlamazdım. Başlamazdı. Ona görə həkimlər də artıq özlərini qorumağa almağa başlayırlar və dərmanlarla əlaqəli bütün məlumatlar verirlər ki, bu dərman başlanğanda belə olur. Bir sürü yan təsirlər var. Məsələn, antidepressantlarla əlaqəli o intiharı artırır. Ən birinci oxunan odur və mifi deməyim, amma yəni ki, sonuçta bu dərmanları biz istehsal eləmirik də. Yəni ki, mən özümdən şkafımdan çıxardıb xəstəyə dərman vermirəm. Xəstə gedir dövlətin onayladığı bir dərmanı alır. Düzdürmü? Yəni burada dövlət onaylayıbdır. Xəstə birinci o sualı verməlidir ki, intiharı artıran bir dərmanı dövlət və yaxud da ki, qurumlar nəyə görə təsdiqləsinlər? Bu sualı verə bilmirlər. Yəni mən birinci deyirəm ki, orada elə yazılıbsa bunu dərman şirkətinə eləyin ki, belə dərman niyə satırsınız? Yəni cəmaatı intihar etdirmək istəyirsiniz. Yəni belə bir şey. İkinci orada səhv bilinən bir şey var. Bunu heç cür çatdıra bilmədik. Yəni mən xatırlayıram ki, bizim bütün həmkarlarımız bunu eləməyə çalışdılar. Heç cürə çatdıra bilmədik ki, bu dərmanlar intihar düşüncəsi yoğun olan insanlara başlanılır. Bəli. Və onlarda onsuz da intihar riski yüksəkdir. Və dərmanların təsirinin ilk təsirində fiziki olaraq o yorğunluq, halsızlıq, istəksizliyin düzəlməsi baş verir, amma zehni olaraq hələ də yaşamaq istəksizliyi davam etdiyi üçün bəzən intihar davranışlarında artış görülür. Nəzərdə tutulan budur. Hələ də yəni başa düşüldüyünü inanmıram. Yəni bu şəkildə izah etməyimizə baxmayaraq. Bir digər şey də lityum məsələsidir. Yadımda gəlirsə, lityumun qandakı səviyyəsinə bağlılar. Heç kimin qanında lityum yoxdur. Yəni əsər miqdardadır. Lityum olması lazım deyil. Lityumu biz dərman olaraq xəstələrə veririk müalicə üçün. Sonrasında da lityumun terapevtik aralığı dediyimiz qısa olduğu üçün, yəni toksik səviyyəyə tez gedə bilir deyənə 0.6 ilə 1.2 arasındadır. Bəli. Onun o dozasını yoxlayırıq ki, həm təsirli dozadadırmı, həm də toksik şeyə yaxındırmı, qalxmasın deyə. Bunun üçün yoxlayırıq. Ona görə gedib, yəni məsəl üçün məndə lityum yoxdur deyib araşdırmayın. Bir digər məsəl üçün mifdən danışım. Gedib serotonin analizi verirlər. Qanda serotonin analizi. Bu ən topu idi. Serotonin beyin bariyerindən keçə bilmir. Yəni serotonin məsələn şokoladda var, pendirdə var və yaxud da triptofan olan hər hansı badda ala bilərsiniz. İstifadə eləyirsiniz, amma bu sizin serotoninizi artırmaz. Çünki beyin bariyerindən keçmir. Ən çox serotonin zaten şeydədir, bağırsaqdadır. 80% bağırsaqdadır. Yaxşı ki, hemotensifolik bariyerimiz var beyində. Ona görə də siz gedib qan analizi verib serotonin baxdırdığınızda heç bir şeyi ölçmürsünüz. Bunun ölçməyin yolu ancaq odur ki, onurğa beynindən, xəstələrə bunu başlandı belə gözləri kəllərinə çıxır ki, onurğa beynindən maye çəkilər və orada serotoninin parçalanma məhsullarının artdığı görülər. Və onda başa düşürlər ki, beyində serotonin azalması var və bu da elmi araşdırmalar məqsədində aparılır. Gündəlik rutində serotonin ölçülməsi aparılmır, dopamin ölçülməsi aparılmır. Dopamin ümumiyyətlə sabit bir şey deyil, yəni ki, dəyişkəndir, uğura görə, həyəcana görə. Mən dopaminimi yoxlatdırmaq istəyirəm. Yəni ən çox eşidilən. Belə düşüncələr, belə şeylər, səhv inanışlar insanlarda məsəl üçün bir fikir formalaşdırır. Eyni səhv inanış məncə psixoterapevt, psixiatr haqqında da yaranıbdır. Mən belə düşünürəm ki, xəstələr fikirləşirlər ki, psixiatr daha duyğusal olmalı, daha qucaqlayıcı olmalıdır. Yeri gələndə xəstənin yanına gəlib ona bir toxunmalıdır, fiziki təmas eləməlidir. Belə düşünürlər. Amma qətiyyən belə deyil. Yəni ki, bu düzgün, bunu edən insanlar da professional deyirlər. Pasiyentlə bir yerdə ağlaşanlar var, pasiyentlə bir yerdə dedikodu eləyənlər var. Yəni mənim bir pasiyentim var idi, onun psixoloqu ona deyirdi ki,
hansı psixiatra gedirsənsə mənə denə, mən onu araşdırım, onun haqqında sənə məlumat verim. Yəni dediqodusunu eləyək. Belə dediqodu eləyən psixoloqlar var. Yəni bunlar qeyri-professional yanaşmalardır, amma insanların gözləntiləri də bu duyğusal yaxınlıqdır. Çünki ana sevgisinə ehtiyacdan qaynaqlanır. Biz bunu terapiyalarda ortaya çıxardırıq. Yəni bir münasibət qururuq. O münasibətdə pasiyent bir gün bizə yaxşı davranır terapiya seansında. Bir gün pis davranır, bir gün acıqlı davranır. Bir gün bizi yüksəldir, göyə qoyur, bir gün yerin dibinə vurur. Biz bunların hamısını deyirik, ondan işləyirik ki, bax bu dəyişimlərin mənası var. Sənin duyğu durumundakı dəyişimlər biz bir prototipik, sən burada münasibət qurma şəkli mənlə yaşayırsan. Və bu münasibət qurma şəklində də zaten onlar problem yaşadıkları üçün münasibətlər sürmür deyə tez-tez ayrılıqlar olur deyə gəlir. Bu münasibət qurma şəklini də xarici dünyada, real dünyada da bu şəkildə qurduğun üçün burada gəl biz problemləri araşdıraq. Nədən qaynaqlanır? Bu 2-4 yaş arasında olan o yetərsiz aynalanma, sevginin şərtli verilməsi, uğurla sevgi birləşdirilməz. Bunlarla əlaqəlidir. Bunu etsən, səni çox istəyirəm. Sən bunu etdiyin üçün səni çox istəyirəm. Yəni bunların əksikliyini başa düşmələri. Çünki uşaq üçün uşaq çox zəifdir, axı, çox zərifdir. Uşaq sevgiyə çox ehtiyacı var. Amma yetişkin yaşda artıq o qədər də valideyn sevgisinə ehtiyac hissə Amma o sevgi azlığı içimizdə qaldığında bunu ətrafdakı axtarırıq və bizə cüzi bir sevgi göstərən insana çox bağlanmağa meyilli oluruq. Terapistdə bu şəkildə gözləntilərimiz olur. Yəni terapistin öncəliklə duruşu məsafəli olmalıdır. Bizim bir hocamız var idi, deyirdi ki, terapist poker face olmalıdır. Yəni ki, terapistin duyğusunu xəstə anlamamalıdır. Amma terapist öz duyğusunun fərqinə varmalıdır. Yəni bu xəstə ilə münasibətdəykən, terapiya sürecindəykən məndə hansı duyğunu yaratdı? Bir aqressiyamı yaratdı? Bir başqa bir duyğumu yaratdı? Bunun səbəbi mənim iç dünyamdan mı qaynaqlanır? Ona görə terapistlər də terapiyadan keçirlər, superviziyadan keçirlər. Yəni belə bir bizim bir hocamız var, Doğan Şahin, deyir ki, pasiyentləri dinləyərkən 8 kanaldan dinləməlisiniz. Yəni sadəcə dedikləri sözlər deyil, o dedikləri söz deyərkən duyğuları, ondan sonra o dedikləri sözün altında yatan məna, üzlərindəki ifadə, davranışlar, bədən dilləri. Yəni ki, o qədər kanallar var ki, bunu yəni biz iş prosesində, öyrənmə prosesində öyrənirik. O qədər kanallardan biz izləyib və müəyyən bir diaqnostikaya, müəyyən bir fikrə gəlib, sonrasında bunu hətta sözə tökmək indi ən çətin hissəsidir də, yəni ki, sözlər məhduddur axı, duyğuları hər zaman ifadə edə bilmirlər. Sonrasında sözə tökərək bunu xəstəyə, pasiyentə izah etmək etapı var. Bir də pasiyentin söz ehtiyatı mövzusu var. Yəni ki, sən deyək ki, 80 min söz ehtiyatından və yaxud da gündəlik 20 min söz istifadə edirsən, mən gündəlik 200 söz istifadə edirəm, sən mənə heç bir fikir çatdıra bilməzsən. Çünki mənim söz ehtiyatım səni qavramağa yetərli deyil. Yəni belə nüanslar var. Ona görə də bu şeylərin hamısını biz nəzərə alırıq. Yəni bizim işimiz çətindir. Ona görə də həmən o 45 dəqiqəlik, yəni 1 saatlıq təxminən seanslarda, yəni demək olar ki, belə çıxır ki, bütün bu illərin hamısının hər dəfəsi, bütün təcrübəsi, yəni həmən o yəni belə deyək də ödəniş ödənilir pasiyent tərəfindən, amma bu ödənişin altında yatan çox məqamlar var. Hər il konfranslara getmək, yeniliklərlə tanış olmaq, hər gün yeni kitab deməli oxumaq və kitabları bitirmək, hər gün yeni çıxan məqalələri araşdırmaq və onlarla maraqlanmaq, özün beynində bildiklərin bütün bilikləri yenidən research, yenidən axtarışa çıxartmaq və hansı məlumatın yenilənməsinə ehtiyac olduğunu təzədən bir çek etmək. Daha sonra pasiyenti, bu eyni anda pasiyenti dinləmək, eyni anda pasiyentin duyğularını anlamaq, həmən o 8 müxtəlif belə deyək də Garner'ın nəzəriyyəsinə görə də olan bütün o kanallarımızı açıq edib bunların hamısını köç almaq, daha bundan sonra hələ bir analiz sintezini prosesini həyata keçirdərəkdən düzgün bunu paketləyərəkdən təzədən düzgün çatdırmaq. Bu yoğun bir düşüncə sürəcidir. Amma pasiyent deyir ki, nə var ki, bir qulağısın bir cavab verin də, yəni ki, yəni o dediyin proseslərdən keçmə sürecini başa düşmək çətin olur insanlara. Onlar deyirlər ki, nə var ki, gəldik, söhbət elədik, danışdıq, dərman yazı çıxdı. Yəni bu süreçləri başa düşmək, qavramaq çətin olur və yaxud da terapiyaya gedirlər. Bu terapiyaya nəyə gedirlər, gedib söhbət edirlər, get başqasını. Bunları başa düşə bilmirlər.
digər tərəfdən o dediyin yəni o ödənişin edilməsi mövzusu Freud bilirsən ki, Bəli. ödənişi əlbəl alırdı. Bəli. Və Freud özü də onun yetişdirdiyi terapistlərə xəstədən pulu almağı Bəli. önəmini vurğulayırdı. Hətta pulu az vermək istəyən, endirim almaq istəyən, bunların belə özünün müzakirə edilməsi. Müzakirə mövzusudur, bəli. Amerikada hələ də praktika belədir ki, terapistə gedən insanlar terapistin otağında, yəni köçürmə yoluna yox da. Yəni biz puldan ola bildiyincə Azərbaycan rica edirəm. Yəni bizdə Azərbaycanda da belə həkim, psixiatrlar, terapistlər var. Biz sosialist şeydən gəldiyimiz üçün pul belə bir sanki ayıb kimi öyrədilər, amma kapitalist dünyada elə deyil də. Bir əməkdir, satılır, pulu verildi. Burada heç bir şey yoxdur. Yəni terapiya ödənişsiz olduğu təqdirdə belə effekti olmur. Bəli. Bizim hocamız o Doğan Şahin çox sevdiyim bir hocadır. O deyirdi ki, biz orada dövlət xəstəxanasında çalışırıq da, yəni sığorta ilə gəlirlər. Terapiya elədiyiniz xəstələrə simvolik də olsa 20 liralıq bir ücrət qoyun. Yəni ki, bu çox vacib bir nüansdır. Yoxsa ki, o terapiyanın onun gözündə bir anlamı olmur. Yəni belə nüanslar var. Sonuçta bunları da biz qoymadıq. Bizim bir psixoterapist tanıdığımız ortaq terapistlərdən biri var, həkim psixiatrlardan. O deyir ki, terapinin qiyməti nə qədər bahadırsa, bir o qədər faydalıdır. Pasient bir o qədər tez toparlanır, bir o qədər tez özünü daha yaxşı önəmsir və yəni vaxtını idarə etmə. Əla deyibdi məncə. Çünki o vaxtı idarə etmə şeyi önəmlidir. Mən indi özüm qum saatı zakaz eləmişəm. Yəni artıq gözlə görünür şəkildə olması üçün seansların çünki vaxt keçir insan hiss eləmir. Seansda o bilinsin ki, artıq müddət keçir və xəstənin gözü qabağında olduğunda da artıq tam özünü tam olaraq ifadə etmək istədiyi şeylər, əsas şikayətlərə gəlməyi. Əla. Biz də bugün, yəni bizim də vaxtımız deyəsən artıq yavaş-yavaş azaldı. Çox sağ ol bugünkü maraqlı söhbətin üçün. Çox sağ ol sualların hamısını cavabladığın üçün və səndən kiçik bir 2 cümləli bir gənc psixiatrlar, gənc psixoterapistlər üçün bir məsləhətləri eşitmək istəyərdim ki, məsəl üçün rastlaşan hər hansı bir mediadan olan bir baskı olsun, hansısa bir incilən bir məqamlar və narahat edici bir məqamlardan özlərini qorumaqları üçün nə edə bilərlər? Mən də ilk dəfə belə bir şeylə qarşılaşdım deyə çox təcrübəliyəm deyə bilmərəm. Yəni mən düşünürəm ki, artıq o otaq seansında baş verən şeylərin bəlkə də bir kamera qoymaq daha faydalı olar, amma burada da xəstə məhrəmiyyəti. Sonuçta bu kamera görüntüləri zaten ancaq məhkəmə qərarı olarsa bir yerlə paylaşıla bilər, amma münaqişəli vəziyyətlər olarsa, yəni orada içəridə nə baş verdiyi kamera görüntülərindən şeylənilə bilər. Amma kamera olduğu təqdirdə də nə qədər insan narahat olacaq. Çünki məsəl üçün məndə də pasientlər olur, bəzən biraz da paranoid şəxsiyyət tipi olanlar gəldiklərində divarlara belə baxırlar. Bəzən soruşurlar da hətta kamera yoxdur ki, və yaxud da ki, burada danışdıqlarımız aramızda qalırmı deyə. Yəni bilirsiniz belə qanunla gələnəksəl, yəni o konservativ illərdən gələn terapiya praktikasında bir şey adaptasiya mexanizması olmalıdır. Yəni mən məsəl üçün hakimə dediyimdə ki, xəstə ilə mənim aramdakı konfidensialdır. Mənim sənə 2 dənə şeyi bildirə bilərəm. Əgər xəstə birinə zərər verəcəksə və yaxud da ki, özünə zərər vermə şeyi varsa, onu da başqa yönləndirmə şəklində eləyərəm. Bunu hakim qəbul edəməz. Hakim deyir ki, nə varsa gətir tək qabağıma. Yəni burada biraz şey var. Biz bu praktikanın özü budur. Yəni terapiya dediyimiz şey tamamilə məxfilik, tamamilə ikili qurulan ünsiyyət, pasiyentin danışanın güvəni və orada gedən süreçlərin işlənilməsi bu şəkildə qurulubdur. Amma yəni o birisi deyər qanunlar biraz daha şey baxırlar da, duyğusal baxmırlar, yəni ki, qəti baxırlar. Ona görə necə özlərini qoruya bilərlər? Bu mövzuda məncə biz bir araya gəlib bir müzakirə eləsək, hətta bir konfrans eləsək yeridir, çünki o qədər geniş mövzudur. İntihar düşüncəsi ilə necə yəni olan xəstəyi necə dəyərləndirib, necə yönləndirməli, bunun da məncə çox önəmi var. Özəlliklə gənc psixoloqlar nə etməlidirlər? Xəstənin
pasiyentin nə vaxt onları manipulyasiya etdiyini, nə vaxt onları yönləndirdiyini. Çünki çox xəstələr gəlir mənə deyirlər ki, getdim psixoloqa, psixoloqdan mən daha çox bilirdim, daha çox ağıllı idim. Yəni ki, burada onun o şeyi, yəni bir məsləhət vermə, bir coaching olmadığını da pasiyentə başa salmaq lazımdır. Öz həyat tərzini, öz doğrularını ona yeritmək kimi və yaxud da ona impoz etmək kimi bir vəziyyət olmadığını, əslində heç bir məsləhət verməyəcəyini, xəstənin iki mexanizm arasında superego vicdan və id dediyimiz mexanizm arasındakı çatışmanın analizi gedir terapiyada. Yoxsa terapiyada xarici dünyanın və yaxud da terapiyada bir tərəf tutma şeyi yoxdur. Bunları pasiyentlərə, danışanlara düzgün başa salmaq. Bunlar da belə ancaq superviziyalarla ola biləcək bir şeydir. Azərbaycanda gənclər superviziya, gənc psixoloqlar, gənc həmkarlar superviziya alınırlar. Yəni alsınlar. Alsınlar. Təşəkkür edirəm Azər. Çox sağ ol. Mən təşəkkür edirəm. Çox sağ ol dəvət etdiyin üçün. Çox xoş bir söhbət oldu. Təşəkkür edirəm.